olmayıb. Hər şey qaydası. Hə, deməli bu günlərin bizim dərsimiz sizdən kompetensiyalardır. Gəlin biz sizdən birinci kompetensiyaların tərifinə baxaq. Ümid edirəm ki, hamı ekranı görür və ekrana baxın ki, daha yaxşı anlayasınız dərsimizi. Müəllimlər, Yaxşı. kompetensiyaların tərifi bizdə, kompetensiyaların tərifi. Bilik, bacarıq, dəyər, vərdiş və keyfiyyətin kombinasiya olunmuş formasıdır. Kompetensiya deyir ki, Mənə hə, səsiniz buradayam, gəlmir. bildim. Deməli, müəllimlər, kompetensiyanın birinci tərəfi nə oldu? Bilik. Bilik nə deməkdir bizdə? Bilik budur ki, bizdə kimsə gedir universitetə 700 bal yığır, 600 bal yığır, 500 bal yığır. Biz deyirik ki, filan kəs nə bilikli uşaqdır, getdi özü qəbul oldu. Bax, bilik bizdə budur. Bilik yəni bir insanda savadın olmasından bağlıdır. Aydındır, bilik budur. İkincisi var bizim burada dəyər. Bacarıq. Bacarıq bizdə budur ki, yəni bir insan var ki, biliyi yoxdur, amma gedir özünə elə gözəl iş, elə gözəl şərait, elə yaxşı bir iş qurur ki, deyirik ki, filan kəsdə yaxşı bacarıq var. Kompetensiya onu deyir ki, bir insanda deyir həm savad olsun, bilik olsun. Həm deyir biri hər müəllimə səsi bağlayaq çox xahiş edirəm. Bax Zülyadır, Afaq müəllimədir, mənə mane olursunuz. Hə, deməli, kompetensiya nə oldu? Bilik, bacarıq. Bilik nədir? Savadın olması bir insanda. Bacarıq nədir? Bir insan özünün işini qurması, insan özünün o deyirik, qiriyyəti olsun, özünə iş qursun. Bax, bacarıq bizdə budur. Kompetensiya da deyir ki, bir insanda həm savad olsun, həm bacarıq olsun, həm dəyər də budur ki, dəyər bizim vətənpərvərlikdən bağlıdır. İndi mən sizə bunu bir izah edirəm ki, sizə anlayışlı olsun ki, kompetensiya nədir? Yəni kompetensiya deyir bir insanda həm bilik olsun, həm bacarıq olsun, həm vətənpərvərlik olsun, həm gördüyü işi keyfiyyətli formada görmək olsun. Kompetensiya bizdə bununla bağlıdır. Nə oldu kompetensiya? Həm biliyin olsun, 600, 700 bal yığsın, 500 bal yığsın, savadlı olsun. Həm insanlarımız var ki, bacarığı, balı yoxdur. Bal yığmayıb, savadı yoxdur. Amma o qədər gözəl əl bacarığı var ki, o qədər yaxşı belə bir istedadı var ki, gedib deyib daşdan da olsa bu insan öz pulunu qazanacaq. Bax, bu bizim bacarığımızdır. Dəyər bizim vətənpərvərliyimizdir. Vərdiş etdiyimiz bir işi davamlı olaraq etməkdir. Məsələn, siz bu gün qoşulmusunuz kurikulum dərsinə. Hə, bu günlər həvəsləndim, oxudum. Yox. Vərdiş bizdə budur ki, sən bu oxuduğunu davamlı etməlisən. Hər gün oxumalısan. Bir də bir şeyi davamlı etmək artıq vərdişə aiddir. Bir də etdiyin şeyi keyfiyyətli formada etmək boynunun borcudur. Kompetensiya nədir bizdə? Bilik, bacarıq, dəyər, vərdiş və keyfiyyətin ümumi məcbusudur. Bu bildiniz ki, nədir bu kompetensiya oldu? Və kompetensiya bizdə Avropa Şurası tərəfindən qəbul olunmuşdur. Baxın, bizim bir də var, burada var birinci savadlılıq kompetensiyası. Mən sizə elementar formada sual verəcəm. Savadlılıq kompetensiyası nədir? Müəllimlər, savadlılıq nədir? Savadlılıq yadınızda qalsın. Bir insanda çoxlu kitab oxuyaraq, bax, çoxlu kitab oxuyaraq, bir insan çoxlu məlumat yığaraq, bir insan oxuduğu kitab həm elmi kitab olmalıdır, həm də bədii kitab olmalıdır, həm də ki, olsun tutaq ki, bir iş sahəsində bağlı kitab olmalıdır. Bax, savadlılıq bizdə insanın kitab oxumağa marağı. Kitab oxuyan insanın nitqi bilirsiniz ki, o həmişə bizim müəllimimiz deyirdi ki, çoxlu kitab oxuyun. Kitab oxuduqca insan nitqi mükəmməlləşir, formalaşır. Savadlılıq kompetensiyasında olan insanda birinci kitab oxumağa maraq, çoxlu bədii və elmi kitab oxumaq, oxuduğunu yazılı və şifahi formada çatdırmaq, oxuduğunu anlamaq, oxuduğu elmi bir cümləni loru dildə, yəni kənd dilində məsəl çatdırmaq və mükəmməl bir nitq olur. Həmçinin savadlı insan, savadlılıq kompetensiyası olan insan o qədər kitab oxuyur ki, artıq bu insan bir mühitə girəndə həkimlə danışır həkim dilində, mühəndislə mühəndis dilində, musiqiçi ilə musiqiçi dilində, aparıcıdan aparıcı dilində, fəhlə ilə fəhlə dilində, şairdən şair dilində. Niyə? Çünki o qədər kitab oxuyub ki, o qədər dünya görüşü var ki, hər bir sahə ilə bağlı məlumatlıdır. Savadlılıq kompetensiyası bizdə nə oldu? Hər bir sahə ilə bağlı məlumatlılıq, çoxlu bədii və elmi kitab oxuma, çox kitab oxuduğu üçün nitqi mükəmməlləşir, natiq kimi danışır, həmişə aparıcı olur tədbirlərdə və oxuduğunu düzgün anlayır, düzgün çatdırır. Həmçinin də ki, savadlılığı olan insan yaxşı ünsiyyət qurur, əməkdaşlıq qurur. Niyə? Çünki söz bazası var, danışmağa söz tapır.
Kim yaxşı ünsiyyət qurur? O insanın o qədər danışığı var ki, o qədər yaxşı nitqi var ki, o qədər mükəmməl biliyi var ki, hamı ilə tez uyuşur bir sahədə. Əməkdaşlıq eləyir, ünsiyyət qurur, özünü tanıtdırır. Savadlılıq kompetensiyası nə oldu bizdə? Nitq, natiqlik, kitab oxumaq, ünsiyyət, əməkdaşlıq, fikrini çatdırmaq, fikrini anlamaq. Bununla bağlıdır. Məsəl üçün, mən sizə suallar verəcəm. Deyirəm ki, bir şagird var, hələ ki hansı qrupa verəcəyini bilmir. Hansı qrupa verəcəyini bilmir. Bütün fənləri oxuyur. Hətta boş vaxtlarında bədii kitab oxuyur. Bu şagirddə hansı kompetensiya ola bilər? Yadınızda qalsın. Bir şagirddə bir neçə kompetensiya ola bilər. Yəni uşaq baxırsan ki, uşaq kitab oxuyur çoxlu. Uşaq hələ heç bir qrupa verə bilmir. Çünki bütün fənləri sevir. Uşaq bütün fənləri sevir. Çoxlu kitab oxuyursa, deməli bunda savadlılıq kompetensiyası var. Savadlılıq nə ilə bağlı oldu? Qeyd almaq istəyən ala bilər. Savadlılıq nə ilə bağlı oldu? Kitab oxumaq, nitq, natiqlik, ünsiyyəti var, əməkdaşlığı var. Niyə ünsiyyəti var? Çünki söz bazası var, danışığı var, bilir ki, kimlə nəyi danışmaq lazımdır. Ona görə savadlılıq kompetensiyası bizdə bununla bağlıdır. Kitab oxumaqdan, ədəbiyyat oxumaqdan bağlıdır, ünsiyyətdən bağlıdır. Oxuduğunu düzgün çatdırmaqla bağlıdır. Məsələn, şagird var, uşaq var ki, çıxır lövhəyə dərs danışmağa. O müəllim uşağa deyir, şeirin, əsərin qolun erqanadın qırdın. Uşaq neyiniyib deməli? Düzgün danışamayıb. Amma uşaqda var ki, çıxıb elə əsər danışır ki, elə şeir danışır ki, hamı istəyir ki, ona qulaq assın. Demək, bu uşaq o qədər şeir oxuyub ki, o qədər nağıl oxuyub ki, artıq bunun yaxşı danışıq qabiliyyəti var. Bax, bu savadlılıq kompetensiyasına aiddir. Savadlılıq. İkinci var bizim burada çox dil bilmək kompetensiyamız. Müəllimlər, dərsimiz çox rahat dərsdir. 4 dənəsini deyib qayıdıb sizə sual cavab eləyəcəm. Çox dil bilmək kompetensiyası. Çox dil bilmək kompetensiyası bizdə bir insanın bir neçə dil bilməsindən bağlıdır. Amma həmin o dilləri o insan yalandan hay hello bilməli deyil. Həmin dillərin həm qrammatikasını bilməlidir, həm morfologiyasını bilməlidir, həm həmin dillərdə rahat ünsiyyət qurmalıdır, həm də həmin dillərdə hər hansısa bir elmi məqalə varsa, hər hansısa bir çətin əsərlər varsa, onu rahat dildə tərcümə etməyi bacarmalıdır. Bax, bu bizim nəyimizə aiddir? Çox dil bilməyə aiddir. Çox dil bilmək nədir? İnsanın bir neçə dildə oxumağı, oxuması, yazması, anlaması, anladığını düzgün formada çatdırmağı bizim çox dil bilməyə aiddir. Çox dil bilmək kompetensiyasını da öyrəndik. Yəni bu ən asanı və ən elementarıdır. Birincisi nə oldu bizdə? Savadlılıq. Savadlılıq nə olmuşdu bizdə? İnsanın hər hansısa bir, tutaq ki, nitqi olması, natiqliyin olması, çoxlu kitab oxuması olmuşdu savadlılıq. Çox dil bilmək nə oldu? İnsanın, dedik çox dil bilməkdə, müxtəlif dilləri mükəmməl formada bilməsi, hətta həmin dillərdə yazması, oxuması, onun morfologiyasını bilməsi aid oldu. Dördüncü var bizim burada rəqəmsal savadlılıq. Üçüncü saxlamışam elə ki. Dördüncü var bizim burada rəqəmsal savadlılıq. Rəqəmsal savadlılıq bizdə 4 dənə sahəyə aiddir. Rəqəmsal. Bax, rəqəmsal bizdə budur ki, ancaq kompüteri, planşeti, elektron lövhəni, bir də indi yeni çıxıb süni intellekt var, ChatGPT. Bir də süni intellektdən düzgün istifadə etməyə aiddir. Yəni uşaq əgər kompüterdə proqram quraşdıra bilirsə, əgər kompüterin proqramlarını düzgün nizamlaya bilirsə, kompüter xarab olduğu zaman təmir edə bilirsə, elektron lövhəni düzgün qurlaşdıra bilirsə, onun proqramlarını nizamlaya bilirsə, hətta uşaq özü proqramistliğini proqram yazırsa, deyirik bu uşaqda rəqəmsal kompetensiya var. Rəqəmsallıq nə oldu? 4 dənəsi oldu rəqəmsallıq. Kompüter, planşet, elektron lövhə, bir də süni intellektdən düzgün istifadə. Süni intellekt bizdə indi həm ondan biz şəkillər düzəldirik, həm videolar düzəldirik, həm test hazırlayırıq. Bax, bunlar hamısı bizim rəqəmsal kompetensiyaya aiddir. Yəni kompüterdən görülən bütün işlər rəqəmsala aiddir. Rəqəmsal deyəndə ağlınıza bir də nə? Kompüter, kompüterdən düzgün istifadə, uşağın proqramist olmağı, proqramlar yazmağı, nə bilim Word, Excel, bax bunlar gəlsin. Rəqəmsal kompetensiya bizdə bir də bununla bağlıdır. Var bizim burada 5-ci şəxsi sosial və öyrənməyi öyrənmək. Ən maraqlısı budur. Dərsimiz uzundur. Prosto mən sizə özüm yarısından başlamışam ki, ən vacib yedim birinci deyim. Bizim var burada şəxsi, sosial, bir də öyrənməyi öyrənmək kompetensiyamız. Müəllimlər, bizim ən maraqlı kompetensiyalarımızdan biridir. Bax, şəxsi sosial kompetensiya budur ki, insanın özünü dərk eləməyi, insanın özünü tanımağı, özü haqqında məlumatlı olmağı. Bax, məsəl üçün deyirəm ki, müəllimlər, düşünün
görək siz bir ildən sonra harda olacaqsınız. Bu dəqiqə hamı bir ildən sonraki düşünür ki, inşallah kimi deyir ki, mən gələn illərin bir ildən sonra öz məktəbimdə olacam. Biri deyir ki, mən bir ildən sonra nə bilim, müstəqil falan ölkədə olacam. İnsan özü haqqında düşünməsi, özü haqqında qərar qəbul etməsi ki, mən nə olmaq istəyirəm. Bax, o bizim şəxsi də, şəxsi öz deməkdir. O bizim şəxsi sosial və öyrənmək kompetensiyasına aiddir. Özü haqqında düşünmək, özü haqqında məlumatlı olmaq, özü haqqında qərarlar vermək, öz öyrənməsini, öz karyerasını düzgün qurmaq. Məsəl üçün, burada siz bu günləri nə üçün qoşulmusunuz? MİQ və yaxud da ki, sertifikasiya imtahanına vermək üçün. Aydındır, bunun üçün qoşulmusunuz, düzdürmü? Artıq siz öz karyeranızı qurmaq istəyirsinizsə, deməli sizdə şəxsi sosial öyrənmək kompetensiyası var. Aydındır? Gələcəyə aid planlar qurmağa aiddir bura. Özünlə bağlı məlumatlı olmağa aiddir bura. Aydındırmı? Birincisi bu. Sonra şəxsi sosialın var, ikincisi sosial. Bax, sosial bizdə haradır? Mühit. İndi biz sizdən burada sosial mühitdəyik. Çünki burada bizim 60 nəfərimiz var. Sosial mühitdir. Yəni sən artıq burada bilməlisən ki, mən 60 nəfərin içərisində özümü necə aparmalıyam? Sosial mühit deyəndə burada muzey, park, həyət, məktəbin həyəti, qonşular, yəni sosial bir yerə aiddir. Bax, sosiallıq budur. Məsəl üçün deyirəm ki, sinifdə 11-ci sinif şagirdi var. Müəllim bu uşaqları gəzməyə aparmışdı. Həmin o getdikləri yerdə uşaqlar özlərini apara bilmədilər. Səs-küy saldılar. Nə bilim, möhtəmdən qışqırdılar, möhtəmdən mahnı oxudular, başqalarına mane oldular. Bu uşaqlarda nə yoxdur? Demək, uşaqların sözcülüyü yoxdur da, yəni sosiallığı yoxdur. Sosiallıq bizdə budur ki, insanın ətraf mühitdə özünü apara bilməsi. İnsan dərk eləməlidir ki, mən başqa bir yerdəyəm, mən parkdayam, mən bulvardayam, mən maldayam, nə bilim, mən bazardayam, mən marketdəyəm, mən məktəbdəyəm, mən özümü nizamlı və intizamlı aparım. Bax, bizim sosial kompetensiya budur. Şəxsi nə oldu? Özünü tanımaq, özünü dərk eləmək, özünlə bağlı məlumatlı olmaq. Cümlədə öz sözünlə bağlı nəyi gördünüzsə deyirsiniz müəllim. Bu insanda şəxsi sosial öyrənmək kompetensiyası var. Sosiallıq nə oldu? İnsanın sosial mühitdə özünü düzgün aparması. İnsanın sosial mühitdə uyğunlaşması aid oldu. Aydındır? Bir də var bizim öyrənməyi öyrənmək. Narahat olmayın ha, ilk dəfədən. İndi mən sizə buna aid elə nümunələr deyəcəm ki, izah etdikdən sonra. Tam bu dərs siz burada öyrənəcəksiniz. 3 dənəsində deyirəm, qayıdıb sizə şifahi sual-cavab eləyəcəm. O şifahi sual-cavab əsasında fərdi olaraq özdə hamımızı bir-bir. Siz bu dərsi daha yaxşı öyrənəcəksiniz. Yəni narahat olmayın. Bilirəm, dərs biraz qəliz dərsdir. Sıfırdan qoşulanların ümumiyyətlə beyni yana bilər. Amma o qədər bunları biz təkrar edəcəyik ki, hələ biz sizlə bunun üstündə 2 dəfə qalacağıq bundan sonra. Hər dəfə sual verdiyim zaman mən sizə kompetensiyaya aid sual verəcəm. Yenə deyirəm, dekabr qrup başlayan elə 25 gündür, amma kompetensiyanı bilməyən müəllim yoxdur. Ən zəifi belə kompetensiyanı mükəmməl bilir. Narahat olmayın buna görə. Nəinki kompetensiya bütün keçdiyim dərslərə aiddir. Deməli, şəxsi oldu özünü tanıması, özünü dərk eləməsi, özünə bağlı məlumatlar verməsi. Sosial oldu insanın sosial mühitdə, insanın hər hansısa bir çevrədə özünü aparması. Məsəl üçün, insanlar var ki, metroda danışır telefondan, amma onun telefonla danışdığını bütün vaqon eşidir. Deyirsən buna bax, özünə aparır, o danışıq qabiliyyəti yoxdur, özünə parmağı yoxdur. Necə möhkəmdən danışırsa, hamı bunu eşidir. Yəni bu insan sosiallığı yoxdur da. Və yaxud da 2 dənə insan dalaşır meşədə. Meşə nə idi? Dalaşır parkda, dalaşır toyda, dalaşır nə bilim muzeydə, hansısa bir yerdə. Elə dalaşırlar ki, başqalar baxır bundan qorxur, uşaqlar qorxur, qadınlar qorxur, insan qorxur ki, dağa baş verib, düzdürmü? Deyirsən bunlara bax, bu boyda adamlar da özlərini apara bilmirlər. Sosiallikləri yoxdur. O çıxma da evindən çölə. Get söhbəti evində həll elə, demirsən kiməsə. Aydındır, yəni sosiallığı yoxdur. Sən niyə sosial çöldə, parkda, malda, muzeydə, hardasa başqalarına narahat eləməlisən ki? Bax, bu bizim sosiallığa aiddir. Bir də var öyrənmək kompetensiyamız. Öyrənmək budur ki, bizim elə müdavimlərimiz çoxdur. Gözləmir kurikulumdan müəllimə qoşulsun. Gedib özü açır time kitabını dərs oxuyur. Uşaq var ki, məktəbə getmir, amma məktəbə getməsə də həmin gün növbəti səhifəni açıb oxuyur ki, qoy mən dərsdən geri qalmayım. Bax, bu bizim nəyimizə aiddir? Öyrənməyimizə aiddir. Müdavim var ki, dərsə girməyibdir də, amma gözləmir ki, mən gedim hər şeyi müəllimə deyim. Deyir, müəllim atıb da, kart da bu da var, PDF də bu da var, test də bu da var, testin izahı da bu da var. Girim elə özüm oxuyum. Yəni insan özünü öyrədir. İnsanın özünün öyrənməyə meyilli olması bu kompetensiyaya aiddir. Bax, siz bunun testlərində adını bütöv
общu da görə bilərsiniz. Siz bunun adını bir dənə şəxsi də görə bilərsiniz. Siz bunun adını bir dənə sosial da görə bilərsiniz. Bunun adını bir dənə öyrənmək də görə bilərsiniz. Aydındır? Hansı formada görsəniz bilirsiniz ki, eyni kompetensiyaya aiddir. Şəxsi özüm aparmağımla bağlı. Məsələn, mən bir var ki, mən bu da bu günləri tutaq kimsə gəldi, səs açdı, tubut bir söz dedi. Mən bir var ki, 60 nəfərin içərisində qışqır bağır salım. Ay müəllim, nə edirsən falan, bir səs-küy salım, özümü gözdən salım. Deyirsiniz ki, o boyda müəllimdir, özünü aparmağı bacarmır. Demək nəyim yoxdur? Şəxsi, özünü apara bilməyən insan, dava dolaş olan insan, kobud insan birinci özünü apara bilmir, özünü dərk eləmir. O özünü dərk eləsə, axı o hərəkət eləməz. Özünü dərk eləsə ki, mən mühitdəyəm, mən çöldəyəm, burada başqa adamlar var, o hərəkəti o eləməz. Deməli, insanın özünü çöldə, sosialda aparması üçün də insan özünü dərk eləmək lazımdır. İnsanın sosialda özünü aparması üçün də özünü dərk eləmək lazımdır. Uşağın dərsi oturub özünü oxumaq üçün də özünü dərk eləmək lazımdır. Bax, şəxsi sosial öyrənmək bizdə buna bağlıdır. Deməli, kompetensiyalarımızdan biz sizə nə öyrəndik? Bura qədər. Savadlılığı öyrəndik. Savadlılıq, nitq, natiqlik, ünsiyyət, hamı ilə hər şeydən bağlı məlumatlı olmaqdır. Həmişə mən misal üçün çəkirdim müəllimlərə. Deyirəm, savadlılıq kompetensiyasına aiddir bizim Hikmət Hacıyev, yəni prezidentin köməkçisi. Mən bunu nə vaxtdan sonra demişəm? Keçən ildə 2023-cü ildə bizim COP29 tədbiri oldu. COP29-u mən canlı izləyirdim evdən televizor vasitəsilə. Görürsən ki, Hikmət Hacıyev danışır müğənnindən müğənni dilində. Danışır yaponlardan iqlimlə bağlı iqlim dilində. Danışır aparıcı ilə aparıcı dilində. Oraya bir müxalifətçi gəlir, suallar verir. Hansı ki, güya səs tutmağa çalışır. Danışır onunla da öz dilində. Deyirsən ki, bu insanda savadlılıq kompetensiyası var. Hər bir sahə ilə bağlı məlumatı var. O qədər mükəmməl nitqi var ki, bu insanın. İnsan istəyir ki, buna qulaq assın. Savadlılıq nə oldu? Nitqin olması. Çoxlu nitq nə üçün formalaşır? Nitq nə vaxt formalaşır? Kitab oxuduğumuz zaman formalaşır da. Aydındır? Aparıcı niyə üçün aparıcı olur? Birdən-birə aparıcı olmur ki. Onlar o qədər ki, universitet vaxtı. Özünüz rəqin ki, burada bilmirəm indi jurnalistika oxuyanımız var yoxsa yox. Onlara o qədər müəllim kitablar tövsiyə edirlər ki, onlar yay tətilində ümumiyyətlə hər aya 5 kitab oxumağa məcburdular bu insanlar. Çünki insanda nitq kitab oxuyan zaman formalaşır. Nitq, kitab oxumaq, natiqlik, ünsiyyət, əməkdaşlıq hər sahə ilə bağlı məlumatlıq. Getdi savadlılığa. Çox dil bilmək. Bir neçə dilin həm oxumaq, həm yazmaq, həm o dili elmi, həm də ki, ədəbi dildə bilməyə aid oldu. Aydındırmı? Bunu da bildik. Sonra orada bizim olmuşdu rəqəmsalımız. Rəqəmsal demişdim ki, ancaq kompüter, planşet, elektron lövhə. Mən bu günlərin bu Zoom üzərində işləyə bilirəmsə, Zoom ət maşınında olmur ki, Zoom nə bilim, paltaryan maşınında olmur ki, Zoom milli öndə olmur ki, Zoom kompüterdə ola bilir, planşetdə ola bilir, elektron lövhədə ola bilir. Word gedib nə bilim Tesla maşınında olmayacaq ki Word. Word nə tutaq ki gedib traktorda olmayacaq ki. Word harda olur? Word kompüterdə olur, planşetdə olur, elektron lövhədə olur da. Yəni kompüter proqramlarından bağlı məlumatlılıq, düzgün istifadə, yaxşı istifadə, xarab onda təmir eləmək, telefondan, planşetdən, elektron lövhə ilə bağlı olan hər şey rəqəmsal aid oldu. Şəxsi sosial öyrənmək nə olmuşdu? Şəxsi insanın özünü dərk eləməyi. Mən bu gün dərk edirəm ki, burada məni 65 nəfər insan izləyir, qoy mən sözlərimi seçim deyim. Mən dərk edirəm ki, mən mühitdəyəm, özümü yaxşı aparmalıyam. Şəxsi sosial aiddir. Öyrənmək budur ki, mənim qızım bilir ki, bu gün xəstə olub dərsə getməyib, amma bilir ki, dərsi oxumaq lazımdır. Açır o bir səhifəni oxuyur. Özü onu öyrənməyə çalışır. Və yaxud da siz, bu da bu gün bir müdavimim var, bir saat əvvəl yazdı ki, müəllim, rəhmətə gedəmə, dərsə girə bilməyəcəm. O insan artıq dərsə girməsə də, özü açacaq, testi də işləyəcək, kayda da baxacaq, izaha da baxacaq ki, mən dərsə hazır olum. Özü-özünü öyrədir. Aydındır, bura aid oldu. Sonra var bizim burada riyazi, bunu belə qaldırım. Oy. Var bizim riyazi elmi kompetensiyamız. Mən bunu saxlamışam indiyə. Riyazi elmi kompetensiya bizdə bundan bağlıdır ki, insanın riyaziyyatdan bağlı, ardıcıllıqdan bağlı, həndəsə ilə bağlı, misaldan bağlı, məsələ ilə bağlı məlumatlılığa. Riyaziyyatçılar riyazi kompetensiyaya malikdir. Tez bir zamanda təlniyi, məsələni, hesablamanı həll eləyir. Riyazi kompetensiya budur. Və yaxud da crossword həll eləyir. Məntiq testləri var, 2, 4, 6, daha neçə olacaq? 8 olmalıdır. Məntiq.
Nəyə bağlıdır bu? Riyazi kompetensiya ilə bağlıdır. Elmi, adınızda qalsın. Elmi kompetensiya deyəndə bizə də bunu bir dənə burada qeyd alın. Elmi kompetensiya bizdə bizim elmi fənlərimiz var. Kimya, biologiya, coğrafiya. Bu fənlərdə uşaq əgər layihə hazırlayırsa, elmi kompetensiyaya aiddir. Bu heç bir yerdə yazmır. Bunu mən deyirəm sizə. Şagird kimya ilə bağlı, biologiya ilə bağlı, coğrafiya ilə bağlı, tarixdən bağlı, yəni elmdə, elm sahəsidir bunlar bilirsiniz ki. Bunlarla bağlı uşaq layihə hazırlayırsa, demək şagird artıq həmin bu riyazi elmi kompetensiyaya malikdir. Elmi fənlərdən də, təbiət fənlərlə bağlı məlumatlılıq elmi kompetensiyaya aiddir. Texnologiya. Texnologiya deyəndə yer üzündə düymə ilə işləyən bütün avadanlıq. Bax, rəqəmsal deyə birinci demişdim mən sizə. Rəqəmsal deyəndə bayaq dedim, Word traktorda olmur. Word Tesla maşınında olmur. Word paltaryan maşınında olmur. Excel paltaryan maşınında olmur. Bayaq mən demişdim bunu sizə. Rəqəmsal deyəndə 3 dənəsi oldu. Telefon, planşet, elektron lövhə. Aydındır? Amma texnologiya deyəndə bütün müasir texnologiyalar bir düymə ilə işləyən hər şey texnologiya bu kompetensiyaya aiddir. Aydındırmı? Məsəl üçün kimsə paltaryan, deyirəm ki 95 yaşlı nənəm qabiyyon maşını qurlaşdırdı. Bu nənədə hansı kompetensiya var? Deyirəm nənənin 95 yaşı var. Əgər nənə 95 yaşında qabiyyon maşını düzgün qurlaşdıra bilirsə, onun düymələrini ayarlaya bilirsə, deməli bu insanda texnologiyaya maraq var. Həmin kompetensiya var. Texnologiya deyəndə traktorlardır da, indi elektron işləyir. Nə bilim, o qədər var ki, avtomat traktor yəqin ki olmuş olar da, indi mən bilmirəm. Traktordan istifadə edə bilir. Bayaq dediyim üçün deyirəm ha. Maşındır, avtomat maşındır. Bunu sürməyi bacarır uşaq. Və yaxud da paltar yan maşın, qab yan maşın, mikser, ət maşını. Nə ki yeni texnologiya var da, bunu mühəndis düzəldir. Bu toka taxırsan işləyir. Bunların hamısı haqqında məlumatlılıq texnologiya kompetensiyasına aiddir. Mühəndislik isə uşağın indi özünün bir şey düzəltməsi. Məsəl üçün uşaq batarikanı qoyur, tokları qoyur, maqniti qoyur, lampanı yandırır. Uşaq özü kağızdan özünə sintekər deyirlər, maşın düzəldir. Uşaq kartondan özünə robot düzəldir. Uşağın bir əl işini hazırlaması. Bu əl işini kim hazırlayır? Bir şey Tesla nəyi düzəldir? Paltar yağ maşını. Kimsə kəşf edir dostlarını, kimsə kəşf edir maşını. Mühəndis düzəldir də bunu. Əgər uşaq nə isə düzəldirsə, nə isə hazırlayırsa, o STEM oldu bizim ölkəmizdə bir ay əvvəl. O STEM uşaqlar nə edirdi? Biri gəmi düzəldirdi, biri robot düzəldirdi, biri maşın düzəldirdi, biri nə bilim süpürgə düzəldirdi. Tutaq ki, biri fiqur düzəltsin. Eybi yox. Əgər uşaq bir şey düzəldib, bir şey hazırlayırsa, deyirik ki, artıq onda indidən mühəndislik kompetensiyası var. Aydındır müəllimlər? Bax 5 dənəsini demişəm, 4 dənəsi də qalıb. Qayda birini sual cavab eləyirəm. Riyazi elmi texnologiya nə ilə bağlı oldu? Riyaziyyatdan bağlı, ardıcıllıqdan bağlı, hesablamaqdan bağlı. Layihə işi harda görsək elmi kompetensiyaya aiddir. Texnologiya deyəndə insanın müasir texnikadan istifadə etməsi aid oldu. Mühəndislik deyəndə isə hər hansısa bir uşağın, şagirdin bir əşyanı hazırlaması, bir əşyanın düzəltməsi də riyazi elmi, texnologiya və mühəndislik kompetensiyasına aid oldu. Mühəndis düzəldir də bunları. Dostlardan kim düzəldib? Mühəndis. Paltaryan kim düzəldib? Mühəndis. Mühəndis hansı fəndə ən çox məlumatlı olur? Fizika. Mühəndis harda bunu hazırlayır? Ya fizika olmalıdır, ya kimya olmalıdır, ya riyaziyyatçı olmalıdır. Einstein, kimya, Einstein, metafizik idi, nəysə də. Yəni bu. Ona görə bunlar dördü də bir-birindən bağlıdır. Bir də deyirəm, siz bu sualı görəndə, ta ki belə bir sual gördün. Sualda görmüsən ki, şagird Yaşıl Dünya naminə bir layihəyə qoşulub, uşaq layihə işi hazırlayır. Bu uşaqda hansı kompetensiya var? Layihə işini görən kimi deyirsən ki, bu uşaqda riyazi elmi kompetensiya var. Baxmısan, görürsən, mən səsləri bağlayaq, mənə mane olursunuz. Baxanda görürsən ki, yazılıb, şagird riyaziyyat fənnini çox sevir, şagird daima hesablama eləyirdi. Şagirddə hansı kompetensiya var? Şagird riyaziyyatçıdır, hesablama eləyir, riyazi kompetensiya var. Sonra baxanda görürsən ki, yazıb ki, şagird boş vaxtında ancaq gəmi düzəldir, əşya düzəldir, fiqurdan filan şey düzəldir, nə bilim, kuklalarından robot düzəldir. Hansı kompetensiya var? Riyazi elmi, texnologiya və mühəndislik kompetensiyasına malikdir bu şagird. İndi bu da bizim əslində bir üstündə qəzimiz qalıb, amma bunları saxlayıram, qayıdıram sual cavabıma. Sual cavab edirəm sizə. Dərsimizin yarısını, 3də 1-ni keçmişəm, qalıb 3də 2-si.
Üstə ikisini də deyəndən sonra mən sonlandıracağam. Belə, keçirəm sual cavaba. Kim sual cavaba gəlmək istəyirsə, zəhmət olmasa əlini qaldır. Bax, mən bayaqlarım sizə kurallarımı bildirdim. Dedim ki, heç kim o birinin sualına qarışmır. Bizim burada əl işarəsi var. Üçüncü var, ürək yeri var. Ürək yeridir. Orada reisi hənd var. Əlimizi qaldırırıq. Sonra, bax, mənim özüm müdavimlərim bilir. Mən onsuz da, indi bizim öz qrupumuzda biz cəmi 25 nəfər ekləyən var qrupunda. Mən 25-dən artıq müdavim götürmürəm. Məqsəd də budur ki, hamını ürəyim istəyən kimi bir 10 dəqiqə sual cavab eləyim. Mən müəllimlərə deyirəm ki, mən təlimçi yetişdirirəm. Mən müdə hazırlamıram sizi. Yəni deyəcəyim budur ki, heç kim deməsin ki, müəllim onu sual-cavab etdim, mən qaldım. Mənim ən sevmədiyim cümlədir. Çünki mən öz dərsim, bu gün bizim sual-cavab günümüz deyil. Bu gün bizim elə izah günümüzdür, ilk dərsimizdir. Mən sual-cavab etdiyim zaman elə sual-cavab edirəm ki, müəllim özü görür ki, mən ona 10 dəqiqə vaxt ayırmışam. Yəni mən hərəyə bir sual verib yekunlaşdıran birisi deyiləm. Amma bu günlər bir sual verəcəm. Çünki elə ilk dərsimizdir. Mən keçmədiyim bir dərs sizdən tələb edə bilmərəm. Gedirik sual-cavabımıza. Səsləri də bağlayırıq. Maneədə olmuruq. Bayaq bildirdim. Hər şeyə səbirli, təmkinliyəm. Bir dənə bir nəfər o birinin sualına qarışmır. Deməli, çağırıram kim gəlsin? Rauf Seyidov gəlsin. Rauf kimdir? Salam müəllimə, axşamınız xeyir. Gülsürə Axşamınız xeyir. Seyidova Gülsürə. Kim? Seyidova Gülsürə. Hə, bizim müəllim yanvar qrupundansınız. Xeyr müəllimə, hələ ki qoşulmuşam Aha. ödənişsiz dərsinizdə qulaq asıram. Bildim, tamam, başa düşdüm, tamam, bildim. Eyb yox. Belə bir sual verirəm sizə. Deyirəm ki, Adil. Boş vaxtlarında həmişə kitabxanaya gedib kitab oxuyardı. Sizcə bu Adildə hansı Savadlı, kompetensiya var? savadlı kompetensiyası Savadlılıq, müəllimə. ay sağ ol, düzgündür. Belə bir sual verirəm. Deyirəm ki, Gülnar qərar vermişdi ki, böyüyəndə modelyer olsun. Gülnarda hansı kompetensiya var? Yəqin ki Qərar savadlılıq vermişdi. olardı. Yox, qərar verib artıq. Qərar ver. Bir Çox insan deyil kim qərar verə bilər? bilmək. Özünü tanıyan, özünü dərk edən insan qərar Bəli, verə bilər də. Bu insan özünü dərk edir ki, mən modelyer olmaq istəyirəm. Demək, bunda hansı bəli. kompetensiya var? Çox dil bilməkdir məncə. Müəllimə, hansı dildən söhbət gedir burada? Bax, insan özünü dərk edir. Sağ ki, deyirəm ki, Gülsüzə müəllimə qərar verib ki, mən müəllim olmalıyam. Sizdə hansı kompetensiya var? Sən özü dərk eləmisən. Özü anlayırsan ki, sən artıq müəllim olmaq istəyirsən. Öz şəxsi sosial Elmi öyrənməyi öyrənmək. texnologiya, öyrənmə kompetensiyası. Bəli, Tamam, tamam. insan özü öz qərarını verir artıq. Uşaq özü öz Bəli, qərarını verir. Özü haqqında məlumatlıdır, özünü dərk edir. Aydındır? bəli. Yusra müəllimə, siz mənə deyin görüm, deyirəm ki, şagird summativdə müəllimin evə verdiyi sualları süni intellektin köməyi ilə hazırlayırdı. Bu şagirddə hansı kompetensiya var? Yox, internetdən istifadə o necə deyirdik? Rəqəmsal. Rəqəmsal bacarıq, hə, Rəqəmsal. rəqəmsal bacarıq. Yaxşı. Gülsüzə xanım, çox sağ olun, minnətdaram. Çağırıram kimi, maşallah nə qədər də müəllimimiz əl qaldırıb. E, Sonra mənə deyirlər ki, müəllimə, dərs niyə Zoom-dan keçmirsən? Zoom-la axı eyni effekti almaq olmur qətiyyən. Mən burada hamını eşitməsəm, ona valla ürəyim partlayar. Mən Zoom-la dərs keçdiyim zaman belə əsəbləşirəm. Zulya baba var burada. Zulya kimdir, baba kimdir? Gəlsin görək kimdir bu Zulya? Axşamınız xeyir müəllimə. Zülfiyə müəllimədir. Axşamınız xeyir, Zülfiyə xanım. Yəqin ki, siz də ödənişsiz qoşulmusunuz. Başlayaq. Fənnimiz nədir? Evet. Musiqi. Musiqi. Yenə deyirəm, hamının öz fənninə uyğun suallar verməyi sevirəm. Ona görə bu fəndən belə sual verəcəm. Yəni, hamı öz fənninə uyğun sual cavab olunur da. Mən artıq musiqi müəlliminə kimyat sual verə bilmərəm. Deyirəm ki, şagird. Şagird boş vaxtında bəstəkarların həyatını oxuyurdu. Bütün bəstəkarların həyatından tanış olurdu və hansı bəstəkarın hansı həyat tərzi keçirdiyini çox gözəl bilirdi. Bu şagirddə hansı kompetensiya var? Boş vaxtlarında bəstəkarların həyatını əks etdirən kitab oxuyur. Savadlılıq. Ay, sağ ol, bəli, düzdür. Deyirəm ki, belə bir sual verirəm. Deyirəm ki, şagird özü simlərdən, tellərdən və daşlardan istifadə edib kiçik bir tutaq ki, piano hazırladı. Bu uşaqda hansı kompetensiya var? Texnologiya. Ay, sağ ol, texnologiya, Yaxşı inkişaf edib onda.
Düzdür. Deyirəm ki, şagirdin sintezatoru olmasa da, o notebookun düymələrindən istifadə edib sintezator kimi mahnı bəstələyirdi. Hansı kompetensiya var? Hamımızda olub ya uşaq vaxtı telefondan piano çalırdıq yükləyib. İndi bu da notebookda piano çalır. Notebookun düymələrindən çalır pianonu. Hansı kompetensiyadır? Deyəcəm bir dəqiqə. Notebook, planşet, elektron lüpə nə ilə Mühəndislik. bağlıydı? Mühəndislik. Yoxsa? Yox. Dedim axı bayaqlar. Dedim ki, telefon, planşet, Telefon, kompüter, elektron planşet, lövhə. rəqəmsal savadlıqdır, bəli. Rəqəmsala aiddir, rəqəmsala. Hmm. Deyirəm ki, şagird tutaq ki, neynəsin bu uşaq? Çətin sual verməyə də qorxuram. Siz qoy belə bir sual verim sizə. Şagird summativ zaman köçürdüyü vaxt neynirsiniz? Neyləmək lazımdır? Uşaq summativ zamanı görürsən köçürdür, əminsən ki, bu uşaq köçürdüb summativi. Hansı addım atarsınız bir müəllim kimi? Qoy istəyəsə yoğun suallarda verək, Əgər qəbul suallarımız çatırdırsa yox. 0 vermək lazımdır. Ay, sağ olun. Mütləq bəli sıfırdır, düzgündür. Mütləq 0 vermək lazımdır. Yaxşı. Siz mənə deyin görüm. Belə bir sual verim sizə. Deyirəm ki, müəllim uşaqları musiqiyə aid, müəllim uşaqları Üzeyir Hacıyevin ev muzeyinə aparmışdı. Amma şagirdlərin bir neçəsi ev muzeyində əşyalara toxundular. Hətta şagirdin biri Üzeyir Hacıyevin əşyasının birini qırdı. Bu şagirddə hansı kompetensiya yoxdur? Sosiallıq yoxdur. Sürücülük yoxdur da, apara bilmir də özünü, düzgündür. Bəli, özünü Ay, apara sağ ol. bilmir. Çox sağ olun müəllimə, minnətdaram. Sağ olun, Müəllimlər, siz sağ gəlin olun. belə edək, vaxt itirməyək. Mən sizə hamısını izah edeyim. Sual-cavabımızı biz hamısından eləyək. Mən istəmirəm ki, bu dərsimi bölüm yarısını deyim, yarısı qalsın. Hamısını izah edeyim mən sizə. Sual-cavabı hamısı əsasında eləyək. Narahat olmayın. Onsuz hələ ki bir saatımız var. Niyə deyirəm vallah, bizim dərsimiz o oktyabr qrupu özü bilir. Elə keçirdik ki, biz 2 saat deyib, bəzən 3 saat hətta təşkil keçirik. Belə, keçirəm qalan kompetensiyalarıma. 3 dənə vacibi qalıb, onsuz narahat olmayın. 5 dənəsini demişəm. Hansını öyrəndik? Bax, deyin görüm doğrudan da. Bu da öyrəndiniz bu günlərim. Savadlılığın nə olduğunu öyrəndik. Çox dil bilməyin nə olduğunu öyrəndik. Riyazi elmi, texnologiya, mühəndislik, bütövdür də bunun adı. Bu nə olduğunu öyrəndik. Şəxsi sosial öyrənməyi öyrəndik. Rəqəmsalda öyrəndik. İndi bir dəqiqə, bu da işləsə yaxşı olacaq. Baxaq görək bizim hansı kompetensiyamız qalıb. Deməli müəllimlər, bu da qalıb bizim fəal vətəndaş kompetensiyası. Yadınızda qalsın. Bax, fəal vətəndaş kimdir? Kim ki ölkəmi, bax, fəal vətəndaşlıq bizdə. Bəlkə bunu belə qeyd alın. Vətənpərvərliklə bağlıdır. Kim ki öz ölkəsini sevir. Öz ölkəsi üçün belə əlindən gələni eləyir. Daima istəyir ki, ölkəmizi tanıtdırsın deyə xarici ölkədə, başqa yerlərdə, ölkənin öz hər hansı bir gördüyü işi elə formada yerinə yetirir ki, yəni mükəmməl formada. Fəal vətəndaş kompetensiyası bizdə bir insanda vətənpərvərliyin olmasından bağlıdır. Məsəl üçün, insan var ki, heç bunu aparmırlar zorla. 20 yanvarda, Xocalıda, 27 sentyabrda, anım günündə həmişə şəhidlər xiyabanına gedir, ziyarət edir. Deyirik filan kəs o qədər fəal vətəndaşdır ki. Yəni insana vətənpərvərliyin olması. Və yaxud da şagirdlər gedirlər yarışa, yarışda ölkəmiz qalib gəlsin deyə əlindən gələni eləyirlər. Ölkəmiz olmasın. Hər hansı bir kəndin sakinidir, uşağıdır. Biriləri rayondur. 70 minli kəndi var. Hər kənddən bir uşaq gedir yarışa. Hər uşaq istəyir ki, öz kəndi qalib gəlsin. Öz kəndi uğrunda mübarizə aparır ki, qoy mən kəndim çıxsın birinci yerə. Bax, artıq o uşaq öz kəndi uğrunda mübarizə aparırsa, öz rayonu uğrunda mübarizə aparırsa, deyirik o uşaqda fəal vətəndaşlıq kompetensiyası var. Ölkəsi, kəndi, rayonu üçün, məktəbi üçün əlindən gələni eləyir. Fəal vətəndaşlıq nə oldu? Ölkənin vətənpərvər insanı olmaq, ölkə uğrunda yarışa, savaşa qoşulmaq, ölkəni müdafiə eləmək. İstəyir ki, hamı hər yerdə ölkəmizi yaxşı tanısın, hamı ölkəmiz haqqında gözəl məlumatlı olsun. Bunun üçün əlindən gələni eləyir. Nəyə aiddir bizdə? Fəal vətəndaş kompetensiyasına aiddir. Vətənpərvər şəxslər. Aydındır? Bir də burada bu var. Başqa heç nə yoxdur. Keçirəm indi mən sizdən sahibkarlığa. Müəllimlər, çox adam elə bilir ki, sahibkar deyəndə bu uşaq indidən olmalıdır biznesmen. Çox adam bu kompetensiyanı səhv qavrayır. Sahibkarlıq kompetensiyası bizdə budur ki, uşaqda indidən gələcəkdə sahibkar, biznes, iş adamı bunu olacağını göstərən addımlardır. Yəni bu indidən o demək deyil ki, bu uşaq artıq biznesmendir. Yox, bunu səhv anlamayın. Bunu niyə çevirə bilmədim? Sahibkarlıq bizdə budur ki,
Artıq uşaqda indidən kiçik-kiçik hisslərlə özünü biruzə verən bəzi davranışlar var. Məsəl üçün risk almaq. Bax, risk almaq nədir? Əvvəlcə mən sizə bunu bir biznesmen kimi deyirəm. Qayıdıb birində sonra uşağa deyəcəm. Risk almaq nədir? Bilirsiniz ki, indiki dövrdə butiklərdir, gözəllik salonlarıdır, hər yeri doludur. Şəxsən bizim evimizin binasının dörd tərəfində üstündə gözəllik salonu var, 2 dənə diş həkimi var, 2 dənə bərbər var. Bir dənə də bizim binanın. Hələ yanında da böyük bir dənə Star Mall var. Yəni bir dənə binadır, düzdürmü? Bax, yəni indiki dövrdə rəqabətli bir işdir də bunlar. Deyir ki, insan risk alır. Biznesmen bir iş uğrunda nə edir? Risk alır. Ya ola bilər ki, qabağa gedəcək, yaxşı pul qazanacaq, yaxşı tutulacaq bu işi. Ya belə olacaq və yaxud da ki, həmin sahədə itib batacaq və yaxud da ki, heç nəyə alınmayacaq, qoyduğu mayada, tökdüyü pul da batacaq. Yəni risk almaq. Deyir ki, əgər uşaqda indidən risk almaq varsa, demək artıq bu uşaqda sahibkarlığa meyillilik var. Artıq bu uşaq sahibkarlıq kompetensiyasına malikdir. O demək deyil ha, bu uşaq biznesmendir, yox. Amma uşaqda indidən kiçik-kiçik addımlar var ki, özünü göstərir. Məsəl üçün deyirəm ki, 11-ci sinif şagirdiyim 2 ildir ki, birinci qrupa hazırlaşırdı. Deyirəm, qəbula 3 ay qalmış, qrupu dəyişdi, getdi 4-cü qrupa, risk aldı. Sizcə bu uşaqda hansı kompetensiya var? Artıq sən görürsən ki, bu uşaq 2 ilini tulladı, risk aldı, birdən-birə qrupu dəyişdi. Deyirsən bu uşaqda sahibkarlıq kompetensiyası var. Niyə? Çünki sahibkar da işi birdən-birə alınada bilər, alınmaya da bilər. Məsələn, mən tutaq ki, özümə kiçik bir kurs açmaq istəyirəm. Deyirəm, mən qoyub əyani kurs açsam, hamıdan əyani gəlmək istəyir. Amma mən bilirəm ki, mənim evimin altında 2 dənə məşhur böyük kurs var. Bu kursda var, içərisində bağça uşaqları gedir. Bir kursda var, içərisində tutaq ki, abituriyent hazırlığı gedir. Deyirəm, mən bu kursu açımmı, açmayım mı? Açsam 50-50-yə. Ola bilər ki, mənim işim getməyəcək, mənim ora qoyduğum 5000 batacaq. Ola bilər ki, də mən patlayacağam, alınacaq. Mən risk alıram iş qurduğum zaman. Yəni insan risk alırsa, uşaq indidən risk alırsa, deməli bu uşaqda artıq sahibkarlıq kompetensiyası var. Sonra butiklər çoxdur, mağazalar çoxdur, hər şey çoxdur. Hap olsun, fabirlik olsun. Hamının səhifəsində var fabirlik, hamıda var. Kim qabağa gedir? Kimin yaxşı, o dili var, dilavəri var, ünsiyyət qurur. Yanından belə danışır ki, səndən. Ona aldanırsan, ifsiyo getdin. İnsanda dil, nitq, ünsiyyət, əməkdaşlıq mükəmməl olmalıdır. Niyə? Çünki o işi sən apara biləsən. Sən müştəri yığa biləsən. Sənin dilin olmasa, o ünsiyyətin olmasa, sən orada müştəri yığa bilməzsən. Deməli, sahibkar olan insanda sahibkarlıqda dil olmalıdır, ünsiyyət olmalıdır. Üçüncüsü, bu dəqiqə marketlər falan o qədər hər yer yəni marketdir. Amma kim qabağa gedir? Kimin yaxşı reklam kampaniyası varsa, kim fərqli təşəbbüs irəli sürürsə ki, fisiyo, yenilik, sloqan qurur, diqqət, diqqət, falan indirim kampaniyası, falan şey. Kim yaxşı sloqan, yeni təşəbbüsü varsa, yeni ideya qurdusa, aydındır, onun işi getdi qabağa. Hamı gedir onun alış-veriş edir. Yəni uşaq belə bir sual verirəm. Deyirəm ki, 11 müəllim uşaqları yarışa aparmalıdır. Uşaqlara deyir ki, komandanızı elə at tapın ki, həmin at heç kimdə olmasın. Hamı sizin ada maraq göstərsin. Elə ad olsun ki, ən yeni ad olsun. Təşəbbüs irəli sürün görək hansı adı götürək. Ən yeni ad, ən yaxşı ad, ən maraqlı ad. Artıq uşaq bunda maraqlı ad qurmağa çalışırsa, deyirik ki, artıq bu uşaqlarda indidən sahibkarlıq kompetensiyası var. Çünki hamı istəyir ki, bir mağaza açanda, bir yer açanda elə addan cəmaatı cəlb eləsin. Aydındır. Bax, sahibkarlıq bundan bağlıdır. Yəni uşaq indidən deyil ha biznesmen. Amma uşaq indidən fərqli ideya, fərqli geyim, fərqli konsept, fərqli bir tak deyirəm ki, yenə bir dənə şey deyim. Deyirəm ki, yeni tədbir olmalıdır. Deyirəm sinifinlə bəzəyin ki, ən gözəl sinif sizin sinif olsun. Hamı ki, direktor gəlib ən yaxşı sizin sinifi bəyənsin. Desin ki, ən gözəl filan sinifdir. Artıq uşaqlar yeni ideya, yeni şəkil forması, yeni fərqli bir şey qurmalıdırlar ki, ən gözəl bunların sinifi olsun. Uşaqlar indidən ən gözəl olmaq uğrunda çalışırlarsa ki, ən yaxşı bizimki olsun, ən qabaqda bizimki olsun, qoy bizimkini seçsinlər. Deyirik, bu uşaqlarda artıq sahibkarlıq var. Aydındır. Uşaq demirik ki, biznesmendir, yox. Demirik ki, uşaq butik açır, yox. Amma uşaqda indidən artıq sahibkarlığa meyillilik var. Bax, bunu göstərir bu kompetensiya. Sonra sahibkar olan insan öz işinin planını qurmalıdır. Mən 3 gün mən yatım qalım, bu butiki açmayım, saat 1-də gəlim olmaz. Planlı formada, dəqiq formada,
Sonra disiplinli formada hər gün eyni vaxtda o yer açılmalıdır. Aydındır? Yəni sahibkarlıqda bu olmalı. İşi planlı görməlisən, israrlı olmalısan. Aydındırmı? Bu var. 8-ci var bizim mədəni məlumatlılıq kompetensiyası. Bu biraz qəliz kompetensiyadır. Çox adam bunu mədəni olmaqdan qarışdırır. Baxın, bizim burada o mədəniyyətdən bu arasında böyük fərq var. İnsan özünü mədəni aparmağı, insan özünü sakit aparmağı, incə aparmağı, hamı ilə nəzakətlə danışmağı, yeməyi marçılarda yox, sən mədəni formada yeməyi oldu özünə aparmaq, şəxsi sosial öyrənməyə aid oldu. Buradakı mədəni məlumatlıq bir dənə başqa ölkənin mədəniyyəti, başqa ölkənin mədəniyyəti haqqında məlumatlı olmaqdır. Bu nə deməkdir? Başqa ölkə olmasın. Başqa ölkəyə olsun, başqa kənd olsun, başqa rayon olsun, onların mədəniyyətinə hörmət. Nə mədəniyyət? Məsəl üçün, Azərbaycanın özü mədəniyyəti var. Dolmamız var, plovumuz var, özümüzün milli geyimimiz var, Müslüm Maqamıyevimiz var, Üzeyir Hacıyevimiz var, Qara Qarayevimiz var, milli musiqimiz var. Bax, bizim milli musiqimizə, yeməyimizə, milli geyimimizə, xarı bülbülümüzə, xalçamız bizim nəyimizdir? Mədəniyyət nümunəmizdir. Buna hamı hörmət etməyə məcburdur. Aydındır? Yəni, bu insanda bunlar haqqında məlumatlı olmaq mədəni məlumatlılığa aiddir. Məsəl üçün, deyirəm ki, Yaponiyadan gələn bir nəfər bizim milli geyimimizi görür və lağa qoymağa başlayır. Ki, sizin milli geyiminiz nə gündədir? Bu insanda hansı kompetensiya yoxdur? Demək, onda bizim milli geyimi bəyənmirsə, milli geyimə lağ eləyirsə, onda mədəni məlumatlılıq yoxdur. Və yaxud da ki, din söhbəti olsun. Kiminsə başqa insan dininə hörmət etməyə məcburdur. Ta ki, deyirəm ki, Azərbaycanlı bir nəfər gedir Şotlandiyaya, görür ki, Şotlandiyanın milli geyimində kişilər yubka geyinirlər. Durub da ona gülmək olmaz. Şotlandların milli geyimi onların yubkasıdır. Biz ona hörmət eləməliyik. Biz əgər onun haqqında məlumatlıyıqsa, gülmürüksə, lağ eləmiriksə, olduğu kimi qəbul ediriksə, deyirik ki, bu insanda mədəni məlumatlılıq var. Və yaxud da getmişəm tutaq ki, Rusiyaya. Görürəm ki, bunlar xaçpərəstdirlər. Mən durub bunları dava eləməli deyiləm. Toleratlıq. Başqa insanın dininə hörmət etməyə məcburam. Hətta mənə deyəndə ki, sən niyə onun dininə hörmət eləyirsən? Özümü ifadə edirəm ki, bu onların dinidir. Mədəni məlumatlıq deyəndə dinə, milli geyiminə, milli yeməyinə, milli musiqisinə, milli kinosuna hörmət anlayışı başa düşülür. Məsəl üçün, həmişə mən bu misal çəkirəm. Mənim qardaşım Türkiyədə yaşayır. Oturub durub deyir. Bu türklərin yeməyi deyilən kimi deyil. Türklərin yeməkləri bərbaddır. Niyə dünyada türk mədəniyyəti var? Niyə dünyada türklərin yeməyi belə tanınır? Yalandır deyir hamısı. Mən ona deyirəm ki, sən bu sözünlə, nə olsun ki, həkim adamsan? Sən bu sözünlə özünün mədəni məlumatlılıq kompetensiyasını pozursan. Deyir, niyə? Deyirəm, o türklərin milli yeməkləridir. Onların milli simvoludur. Onların o milli geyimidir. Onların o milli musiqisidir. Sən onu bəyənməyə bilərsən. Amma bunu demək sənə düşməz. Onların mədəniyyətidir bu. Sən bunu qəbul etməlisən. Mədəni məlumatlılıq. Və yaxud da bizim ölkəmizin şərq, cənub var, şimal var. İndi bu misal çəkirəm. Məsəl üçün, mənim qonşularım var, Naxçıvan yox, Lənkəranlıdır. Bunlar, tutaq ki, qəribə toy adətləri var. Onların qəribə yeməkdaşları nə bilim yeməkdə fərqliliyə yol verirlər də. Biz də o cür bişirmirik. Mən durub onlara desəm ki, siz nəyə bacarmırsınız, falan yeməyə falan şey tökürlər. Belə adət olar. Onların adətini, onların yeməyini mən bəyənməsəm, deməli məndə mədəni məlumatlılıq kompetensiyası yoxdur. Əsrlərdən gələn mədəniyyətdir bu. Mənə nə düşür ki, mən onların yeməyini bəyənməyim? Bəyənməyə bilərəm, amma mən özümü normal ifadə etməliyəm və deməliyəm ki, yəni bu bilməliyəm ki, bu onların öz mədəniyyətləridir. Və yaxud da bizim Gədəbəy tərəfimiz var. Onların yeməkləri, olan adətləri təmiz başqadır. Kiminlə borcuna qalıb ki, başqa yerin adətini, yeməyini, musiqisini pisləsin? Və yaxud talışlar var ölkəmizdə. Talış var, Ləzgi var, Udim var, İvanovkada ruslar var. Biz durub deyək ki, gedib İvanovkada siz Paska bayramını keçirtməyin. Nəyimizə qalıb ki, onların öz mədəniyyətidir. Yəni, mədəni məlumatlılıq deyəndə başqa yerdə mədəniyyətini normal qəbul eləmə aiddir. Və yaxud da mənim dostum var, ki, bu deistdir. Tutaq ki, evdən valideynlər deyirlər ki, o ateistdir, o deistdir, ondan dostluq eləmə. Deyirəm, niyə ki? Onun dini mənə dəxli var ki, onun dini özünədir. Mədəni məlumatlıyam ki, hamının dini özünədir. Özümü normal formada ifadə edirəm ki, o mədəniyyəti o cürdür. Nəyimə qalıb özü bilər. Yəni dinə, milli geyimə, milli yeməyə, milli musiqiyə hörmət mədəni məlumatlılıq kompetensiyasına aiddir. Bu mədəniyyət siz bildiyiniz mədəniyyətdən deyil. Siz bildiyiniz mədəniyyətin adı şəxsi sosiala aiddir. İnsanın özünü mədəni aparmağı. Aydındır? O oldu şəxsi sosial.
Öyrənməyi öyrənməkdir. Aydındır müəllimlər? Belə. Bununla mən sizdən kompetensiyamı bitirdim. Kompetensiyam bir də geri qayıdıb sual qısa bir özət keçirəm sizdən. Mədəni məlumatlıq deyəndə özünün də ölkənin, öz ölkəndə mədəniyyət haqqında məlumatlı olmaq. Mən bilirəm ki, mənim ölkəmin mədəniyyəti hansıdır, milli geyimim hansıdır, milli musiqim hansıdır, dindim hansıdır, nə bilim, simvolum hansıdır. Öz mədəniyyətim haqqında da məlumatlıyam, həm də başqa ölkənki haqqında da məlumatlıyam və buna sayğı duyuram. Heç kimi mədəniyyətinə görə lağ eləmirəm. Tutaq ki, Misirlilər nə bilim, belə geyinirlər, mumyalayırlar, neyinirlər, filan dinə sitayiş eləyiblər, nəyimə qalıb? Mən ona hörmət eləməliyəm. Onlarınki o cür görüblər. Onlar əvvəldən o cür gediblər. Mən bunu sorğulayacağam. Artıq mən bunu sorğulamıramsa, qəbul edirəmsə, mədəni məlumatlığa aiddir müəllimlər. Aydındırmı? Yenə deyirəm, bu tək ölkəyə aid deyil. Bax, adi mən dedim sizə. Ölkəmizdə Gədəbəy var, Lənkəran var. Onların bir-birinin adətinə, yeməyinə qoyduğu hörmət mədəni məlumatlığa aiddir. Və yaxud da qoy bunu deyim sizə. Bizim kəndlərimiz var. Şəxsən bizim rayonumuzda bir neçə kənd var ki, yarısı şiədir deyil, yarısı sünnidir. Mən bu heç vaxt ayırmıram. Bir də görürsən ki, bu şiələr bu sünnilərə nə biləm, nə deyir, nə eləyir, nə dalaşır, qırğın qiyamət, aləm deyir bir-birinə. Və yaxud da biri deyirsən imama inanırsan, biri deyirsən Məhəmmədə inanırsan, biri deyir ki, nə bilim, hə imama inanmayan belədir, elədir. Niyə dalaşırsınız ki? Həmin özünün inancı var. Heç kimin inancına qarışa bilməz. Bax, o inanca qarışmamaq bizdə mədəni məlumatlığa aiddir. Aydındır sizə? Bu oldu bir kompetensiya. Sahibkarlıq, risk alırsan, yaxşı ideyan var, yaxşı təşəbbüsün var, gördüyün iş davamlı görməlisən, yeniliyə açıq olmalısan, sahibkarlığa aiddir. Fəal vətəndaş mövqeyi nə oldu? Ölkə haqqında məlumatlılıq, vətənpərvər insan olmaq. Bax, əsla fəal vətəndaş mövqeyi ilə mədəni məlumatlığı qarışdırmırsınız. Sonra bir cümləmizdə hətta 3 dənə kompetensiya ola bilər. Mən sizə elə suallar verəcəm ki, bir cümlədə 5 dənə kompetensiya olacaq. Elə bilməyin ki, bir cümlədə ancaq biri olmalıdır. Yox, çox da ola bilər. Belə, bu da oldu bu kompetensiya. Keçirəm indi bacarıqlar dərsinə. Qısa formada bunu deyib yekunlaşdırıram. Keçirəm sual-cavaba. Deməli müəllimlər, kompetensiyanın tərifi nə olmuşdu? Bilik, bacarıq, dəyər, vərdiş və keyfiyyətin kombinasiya olunmuş forması. Bir də var bizdə ancaq 21-ci əsr bacarığı. Deyir ki, 21-ci əsrin insanında mütləq bu bacarıqlar olmalıdır. Hansı bacarıqlardır? Bunların birincisi gəlir həyati və karyera bacarığı. Həyati və karyera nədir? Bax, indi qulaq asın, mən o qədər yaxşı anlayacaqsınız ki. Həyati və karyera budur ki, bizim gənclərimiz var ki, deyirsən ki, hara hazırlaşırsan. Hələ bilmir ki, hansı qrupa getsin. Valideyn desə ki, 4-cü qrupa get, oraya gedəcək. Valideyn desə ki, 3-ə get, 3-ə gedəcək. Uşağın özünün karyerasını mən nə olmaq istəyirəm yoxdur. Və yaxud da gənclərimiz var ki, oxuyub, böyüyüb, deyirsən ki, ailə həyatı qurmaq lazımdır. Hələ gözləyir ki, valideyn buna qız tapsın. Öz həyatını qurmağa bacarmır. Amma deyir ki, 21-ci əsrin insanı, onda həyati və karyera bacarığı olmalıdır. Şəxsi həyatını, iş həyatını özü qurmağa bacarmalıdır. Sonra var bizim öyrənmək bacarığımız. Deyir, hər bir insanda kritik bacarıq olmalıdır. Kritik nədir? Kritik budur ki, hər hansısa bir şeyə kör-kürənə inanmamaq. Sənə kimsə nəsə deyirsə, ona o dəqiqə inanma, sorğula. Münasibət bildir, fikrini bildir, sübut istə, isbat istə. Uşaqlarınızda bunu formalaşdırmağa çalışın. Bu günlərin bizim gənclərimizdə təəssüf ki, kritik azdır. Onun sinif şagirdini belə yolda aldadıb, maşına qoyub oğurlamaq olar. Amma o insanda sual vermək, inanmamaq, sübut istəmək, kimsən, sən kim göndərib, hara gedəcəyik, nə sən, bu suallar verməyə bacarmalıdır, kritika aiddir. Kreativ, fərqli bir şey yaratmağa aiddir, əl işi hazırlamaq, heç kimdə olmayan bir şey yaratmağa aiddir. Kommunikasiya ünsiyyətdir. Ünsiyyət nədir? Qohumla, qonşuyla, əqrabayla, dostla, tanışla, toyda gördüyün adamlarla, ünsiyyət hamı ilə də. Kooperasiya isə ancaq iş şəraitidir. Ünsiyyət nədir? Ünsiyyət və əməkdaşlığın fərqi. Ünsiyyət hamı ilə də. Məktəbdə 2000 uşaq, 150 dənə müəllim varsa, hamısı bir-birinə salam soğul eləyir. Bu ünsiyyətdir. Məsəl üçün, tutaq ki, mənim 50 dənə qrupum var. Hər qrupumda 100 nəfər var, məsəl üçün, nə indi? Hamısını mən təbrik yazıram bayramda, təbrik edirəm. Kontaktımda 5000 adam var, hamıya təbrik yazıram. Bu ünsiyyətdir. Amma əməkdaşlığım kimdəndir? Ödəniş aldığım, iş gördüyüm sizdəndir və sizin qrupdandır. Ünsiyyət hamı iləndir, əməkdaşlıq isə ancaq iş şəraitinə bağlıdır. Üst dərsini deyib sonlandırıram. Var bizim burada media, informasiya və texnologiya bacarığı.
Media bacarığı deyəndə insanın media haradır? Instagramdan, Facebookdan, TikTokdan düzgün istifadəsi. Uşaq var ki, gününün yarısı keçir TikTokda giz-giz insanların canlısına baxır. Ona onlar heç bir xeyir vermirlər. Deyirik bu uşaqda media savadlılığı yoxdur. Bütün günü oturur TikTokda canlıların qabağında gic-gic. Nə var? Yoxdur media savadlılığı. Və yaxud da uşaq var ki, ancaq girir Instagramda gic-gic blogerləri takib edir, ancaq o blogerlərin həyatını özənir. Deyir mən də bloger olacağam, boş yerdən pul qazanacağam. Və yaxud da gidib ancaq kiminsə şəklinin altına pis komment yazır. Media savadlığı yoxdur. Media savadlığı budur ki, Instagramdan, Facebookdan, TikTokdan dərs öyrənmək üçün, əl işi hazırlamağı öyrənmək üçün, maraqlı dünya görüşü üçün məlumat əldə etmək. Sən əgər Instagramdan yaxşı xəbər kimsə sən də paylaşa bilərsən. Sən də paylaşırsan ki, insanlar məlumatlı olsunlar nəsə haqqında. Demək səndə media savadlığı var. Və yaxud da Instagrama girirsən, oradan kurikulum sualı əldə edirsən, oradan özünə müəllim axtarırsan yaxşı. Bax, bu media savadlığına aiddir. YouTube'dan, Facebook'dan, TikTok'tan düzgün bir iş için istifadə eləmək media savadlığına aiddir. İnformasiya savadlılığı. Müəllim şagirdi bir məlumat yığmaq üçün göndərirsə, məlumat yığmağın o bir adı informasiyadır. İnformasiya savadlığı bizdə budur ki, insanın məlumat yığmağa getməsi, məlumat araşdırmağa getməsi, nəsə bir kitabxanaya gedir ki, məlumat oradan oxuyum, öyrənim. Muzeyə gedir ki, filan şeyi oradan əldə edeyim. Yəni uşaq məlumat yığmağa gedir. İnformasiya savadlığına aiddir. Və yaxud da ki, insanın aldığı məlumatı düzgün qavraması. Deyirik ki, düzgün informasiyanı almısan. Belə bir şey deyim. Bəzən girsən Instagrama, görürsən ki, bəzi xəbər saytları başlığı elə qoyub ki, adam qorxur. Tutaq ki, o günlərim nə olmuşdu yeni il vaxtı? Dedilər ki, dekabrın 25-ci gün dünyanın sonudur. Sən aldığın məlumatı səhv çatdırırsansa, səhv qavrayırsansa, səhv məlumatlandırırsansa insanları, demək səndə informasiya savadlılığı yoxdur. Məsələn, müəllim uşaqlara deyir ki, 3 gündən sonra mən olmayacağam. Həmin gün mənim dərslərimi başqa müəllim əvəzə edək. Uşaq gedib bunu elə anlayır ki, uşaq gedib belə deyir o bir uşaqlara. Müəllim deyir ki, 3 gündən sonra mən olmayacağam, evə gedərsiniz. Uşaq aldığı məlumatı səhv çatdırdı. Deyirik bu uşaqda aldığı məlumatı düzgün qavrama yoxdur. Aldığı məlumatı düzgün qavraya bilmirsə, qavradığından qalmayıb, hamıya səhv çatdırırsa, deməli bu insanda informasiya savadlığı yoxdur. Aydındır? İnformasiya nədir? İnsanın məlumat yığmağa getməsi, bir də aldığı məlumatı düzgün qavraması informasiyaya aiddir. Texnologiya isə bütün yeni çıxan texnologiyalar bura aiddir. Bax, 21-ci əsr bacarığı bunlardır. Həyati və karyera, öyrənmə və innovasiya 4 yerə bölünüb. Kritik, kreativ, kommunikasiya, kooperasiya. Bir də media bacarığı. İnternetdən düzgün istifadədir. İnformasiya bacarığı. Aldığı məlumatı düzgün qavramadır. Texnologiya bacarığı isə bütün yeni çıxan texnologiyalardan düzgün istifadə eləməyə aiddir. Bunlar olur bizim 21-ci əsr bacarığımız. Kompetensiyalarımız hansı oldu? Savadlılıq, nitq, natiqlik, ünsiyyət. Çoxlu kitab oxumaq. Əməkdaşlıq da var bu insanda. İkincisi nə oldu? Çox dil bilmək. 2-dən çox dili başa düşmək, həmin dilin morfologiyasını, leksikasını bilmək, hətta həmin dildə düşünə bilmək bacarığıdır. Riyazi elmi kompetensiya, riyaziyyatdan bağlı, bir sıra elm sahələrindən bağlı, layihə hazırlamaqdan bağlı, hesablamaqdan bağlı, bir yeni nəsə hazırlamaqdan bağlı, bütün müxtəlif texnologiyalardan bağlı olan kompetensiya oldu. Rəqəmsal kompetensiya, kompüter, planşet, elektron lövhə ancaq üçü oldu. Şəxsi sosial öyrənməyi öyrənmək, insan özünü dərk eləməyi, özünü anlamağı, özünü tanımağı, özünlə bağlı qərar verməsi oldu. Bir də öyrənməyə meyli. Məsəl üçün, bir var ki, bu da mən çoxdan gözləyir ki, müəllim deyən kimi hər şey onun belinə qazınsın. Elə bir dünya yoxdur. Sən getməlisən, özün çalışmalısan, özün öyrənməyə can atmalısan. Bax, o kompetensiyaya aiddir. Fəal vətəndaş kompetensiyası, vətənpərvər insan olmaq, ölkə üçün əlindən gələni eləmək, ölkə uğruna canından keçmək, ölkə üçün ölkəni daima yaxşı tanıtdırmaq. Fəal vətəndaş kompetensiyasına aid oldu. Sahibkarlıq, risk almağı bacarmalıdır, yeni ideyası olmalıdır, təşəbbüsü olmalıdır, etdiyini planlı və davamlı eləməlidir. Mədəni məlumatlılıq isə nə oldu bizdə? Mədəni məlumatlılıq deyəndə başqa ölkənin, başqa dünyanın, başqa planetin, başqa rayonun, başqa kəndin, başqa qonşunun, başqa bir insanın mədəniyyətinə hörmət eləmək də mədəni məlumatlılıq kompetensiyasına aid oldu. Belə, izahı bitirdim. Getiririk sual cavabımıza.
Saat hə 49 dəqiqə vaxtımıza var. Gəlin biraz sizdən həm kompetensiyaları, həm də 21-ci əsr bacarıqlarını sual-cavab edək. Ondan sonra yekunlaşdırarıq. İndi siz mənə belə deyək. Siz yazın görüm aşağıdan. Yazın görüm düzün deyil amma kompetensiyalar dərsində bu günlərim heç olmasa 50% də olsa qavraya bildinizmi? Yəni bilirəm, dərs zamanı müəllimlər bunu bir 50% qavrayır. Özü gedib oxuduğu zaman 75% qavrayır. Sual-cavabımız zamanı isə mən sizə əmin edirəm ki, bir 80, ən az 90% siz bu dərsi qavrayacaqsınız. Təbii ki, atdığım testləri işləyəcəksinizsə. Bu dərsin bu günlərim sizə 3 dənə qəşəng sınağı var. Hələsi də bilmirəm indi 20 dənə, 15 dənə olmalıdır. Sınaqlarımız çoxdur. Sonra mən evə heç vaxt time ştabı vermirəm. Heç vaxt yox da, yəni çoxunu vermirəm. Amma bu günləri mən dekabr, yanvar qrupuna evə time ştabını da verəcəm. Və hamısının izahat əlinizdə olacaq. Əgər dərs oxuyacaqsınızsa, testi işləyəcəksinizsə, testi işləyib mənə atacaqsınızsa, mən də sizə o təqdirdə izah videosunu göndərəcəm. Yenə deyirəm, əminliklə mən sizə bildirirəm ki, siz dərsi dərs zamanı öyrənəcəksiniz. Sadəcə evə gedib bir dəfə oxumağınız lazımdır, ondan sonra testi işləməyiniz lazımdır. Yaza bilərsiniz. Yazın görüm dərsi öyrənə bilən oldu mu, öyrənə bilməyən oldu mu? Aha. Belə. Söz verdiyim kimi sabahlarım iş suların sual-cavabı var noyabr qrupunda. Yenə link göndərəcəm. Qoşularsınız. Axşam isə nəzəriyyələr dərsinin sual-cavabı olacaq. Keçdik. Gedirəm sual-cavabıma. Siz əlləri qaldırın, mən çağırım. Amma xahiş edirəm ki, əlimizi dekabr, yanvar qrupuna müdavimlər qaldırsın. Yanvar qrupuna qoşulanlardan əllərimizi qaldırırıq. İsa müəllim gəlir. Aha. İsa müəllim salam. İsa müəllim sizi gördüm yadıma düşdü. Mən Seyid müəllimi qrupa salmamışam. Müəllim həm deyəsən ödəniş etməyib, amma link atmışamı bilmirəm. Bir dənə baxım. Atmamışam linki də müəllimə. İsa müəllim gəlirsiz sual cavaba. İsa müəllim, səsim gəlir də sizə. Həşim gəlir onda. İsa müəllimin getdi. Bəli, Aha. Müəllim salam. Fənnimiz tamam. Riyaziyyat. riyaziyyat. Əla. Getdik. Belə bir sual verirəm sizə. Deyirəm ki, Efendimiz riyaziyyatda deməli, siz mənə deyin görüm. Deyirəm ki, müəllim şagirdləri riyaziyyat olimpiyadasına aparmaq istəyir. Şagirdlərə deyir ki, olimpiyada ilə bağlı özümüzə qrup yığmalıyıq və elə etməliyik ki, qrupumuzun adı hamıdan fərqli və maraqlı olsun. Əgər şagirdlər qrupa hamıdan maraqlı, hamıdan fərqli bir ad tapacaqlarsa, bu şagirdlərdə hansı kompetensiya var? Sahibkarlıq. Aha, bəli, sahibkarlıq. Düzgündür. Deyirəm ki, şagirdlər riyaziyyatla bağlı olimpiyadaya gedirlər. Amma olimpiyada Türkiyədə keçirilir. Şagirdlər Türkiyədə qalib gəlirlər. Bu zaman ölkəmizin himni səslənilir. Sizdə şagirdlərdə hansı kompetensiya var? Qalib gəlirlər, hətta orada himnimiz də səslənir. Burada deməli özünü təqdim etmə. Yox. Bax müəllim, əgər bir insan yarışa gedirsə, orada demək əlindən gələni edib ki, qalib gəlsin. Hətta onların şərəfinə orada ölkəmizin himni də səsləndirilib. Demək bunlar qalib gəliblər. Vətəndaş. Himnimizi, adımızı ucaltdıblar. Fəal vətəndaş kompetensiyası. Bəli, bəli. Yaxşı. Siz mənə deyin görün, belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim şagirdləri olimpiyadaya aparmışdı, amma şagirdlər olimpiyadada birincisi itmişdi. Çünki şagirdlər müəllimin təlimatından kənara çıxmışdılar. Bu şagirdlərdə hansı kompetensiya yoxdur? Mədəni davranışın pozulması. Müəllim, mədəni davranış ancaq başqa ölkə mədəniyyəti ilə bağlı oldu. Bu uşaqlar müəllimin təlimatından çölə çıxıblar. Özlərini müəllimin yanında düzgün aparamayıblar, getiblər də. Özlərini apara Bəli. bilməyiblər. Sosiallıqları yoxdur da deməli. Sosial. Şəxsi sosial öyrənmək. Deyirəm ki, müəllim şagirdlərə riyaziyyatla bağlı olimpiyada aparmalıdır. Uşaqlara deyir ki, gedin Axundov kitabxanasında riyaziyyat ensiklopediyasından məlumatlar əldə edin. Müəllim bu şagirdlərdə hansı bacarığı formalaşdırmaq istəyir? Bacarıq deyil. Savadlılıq.
Müəllim, bacarıq deyirəm, bacarıq. Müəllim uşağa Bazar. deyir ki, gedin kitabxanaya, oradan məlumat yığın. Uşaq kitabxanaya gedib oradan məlumat yığacaqsa, hansı, demirəm ha, kompetensiya, hansı 21-ci əsr bacarığı formalaşır şagirddə məlumat yığmaq. Nə oldu? 10 dəqiqə əvvəl demişəm, 5 dəqiqə əvvəl. Məlumat yığmağa gedirsə bir insan hansısa bir yerə, məlumat yığmağa gedir. Nə yığmağa gedir o birisi adı? İnformasiya. Formasiya. İnformasiya savadlılığı. Deyirəm ki, şagird mütəmadi olaraq özünün Instagram səhifəsində riyaziyyatla bağlı misallar və onun izahını paylaşırdı. Şagirddə hansı bacarıq var? Özünün Instagram səhifəsində riyaziyyatla Media bağlı misal və məsələ paylaşırdı. Yəni başqalarına xeyir verir də bu Instagram üzərindən. Media. Media savadlılığı, ay sağ ol, media bacarığı düzgündür. Deyirəm ki, şagirdin biri məşğələnin birinə getmirdi, amma məşğələyə getməsə də özü həmin dərsi YouTube üzərindən araşdırıb oxuyurdu. Bu şagirddə hansı kompetensiya var? Savadlılıq. Rəqəmsal. Sualını unutdum. Deməli, müəllimə yazıb ki, mən qoşula bilmirəm. Salaq birinci dərsi 3-cü gününə. Bir dəqiqə, ya Rəbbim, sən mənə səbir ver. Səbrimi sınayır müəllimlər artıq. Müəllimlər, mən dərsin qaydını göndərəcəm demişəmsə, mən dərsini 3-cü günə salmalıyam ki. Aləm deyə vallah bu yeni qrup. Deməli, müəllim, sualım nə oldu sizə? Sualı unutdum. Dedim ki, şagird. Sualını mənə izah edin görüm, nə oldu sualım? Fikrimi yayındırdılar. Müəllim, şagird dərsə şagird qoşulmamışdı. dərsə qoşula bilmir. Qoşulmur. Amma özü açıb dərsi öyrənməyə cəhd edir ki, qoy dərsi öyrənəm mən YouTube üzərindən. Düz demişsiniz. Birini dediniz. Rəqəmsal var, başqa hansı var? Savadlılıq. Yox, müəllim, savadlılıq, nitq, natiqlik, ünsiyyət deyil, yox. Bu uşaq özünü dərk eləyir ki, mən bunu öyrənməliyəm. Mən Sosiallıq. oxumalıyam. Şəxsi sosial öyrənmək, bəli. Bəli. Müəllim, savadlılıq ancaq kitab oxumaqdan bağlıdır. Sanki ədəbiyyatçıdır, nitqdir, natiqliyi var, yaxşı danışıq qabiliyyəti var. Bununla bağlıdır. Sizin fəndən onun dəxli yoxdur. Riyaziyyatçılarda heç vaxt nə yaxşı nitq olmur, nə də ki, onlarda oxumağa meyil olmur. Onlar ancaq istəyir ki, hesablasınlar, ölçsünlər, bitsinlər. Vəssalam. Elədim onu. Sizin fəndən aid deyil o. O qədər rast gəlmişəm ki, bilirəm. Rəşid müəllim, çox sağ olun. Minnətdaram müəllim. İndi əminəm ki, oxuyandan sonra daha yaxşı biləcəyik. Sağ olun, inşallah, sağ olun. İnşallah. Bir səs göndərim. Ürəyim partlayacaq yoxsa. Müəllimlər, axşamınız xeyir. Dərsə qoşulmayan müəllimlərə aiddir dediyim. Mən dərsin qaydını göndərəcəm. Dərsini 3-cü günə salaq ki. Adamı əsəbləşdirirlər. Belə, keçirik deməli digər müəllimlərdən sual cavabımıza. Kim gəlsin? Kim gəlmək istəyir? İsa müəllimi çağırdıq, gəlmədi də. Ülfət gəlsin, Ülfət Eyyublu. Ülfət. Bəli, müəllimə. Salam müəllim. Adımız? Nigar İbadova. Fənnimiz? Tarix müəllimliyi. Nigar xanım, siz elə bir mənim qrupumda olmusunuz, sən deyəsən. Xeyr, ilk dəfə. Onda Asuyadınız tanış gəldi. Tarix fənnidir, əla. Gedirəm tarixçiyə öz fənnindən sual, ən sevdiyim. Belə bir sual verirəm sizə. Yəni müəllimlərim, artıq mən burada sizə bayaqki sualları verə bilmərəm. Hamının öz fənninə. Çünki riyaziyyatçıya tarix sualı düşməyəcək. Artıq o fənnin özünə, yəni özünüzə uyğun sual verməmsinə görə yaxşıdır ki, qəbulda hamınızın öz fənninə uyğun sual düşəcək. Sizi burada anlatmağın mənası yoxdur. Belə bir sual verirəm sizə. Deyirəm ki, siz mənim bu sualıma cavab verin. Əgər şagird dərsə gecikirsə, qoyun biraz situasiyaya uyğun suallar işləyək. Düzdür, ötən dəfə o birisi dərsimizin mövzusudur, amma yenə də verirəm. Əgər şagird dərsə gecikirsə, müəllim hansı addım atsın? Dərsə gecikirsə, onu məlumatlandırmalıdır ilk dəfə. Yoxsa Necə? Cavabınızı bir də deyin, səssiz gəlmədi. şagirdi məlumatlandırmalıdır. Dərsə gecikdikdən yox. Bax, indi uşaq gecikib dərsə, nə edərsiniz? Uşaq lövhədə mi qalsın, qapıda mı qalsın, sinifə buraxmazsınızmı? Yoxsa sakitcə keçib yerinə mi əyləşsin, nə edərsiniz? Sakitcə keçib yerinə əyləşsin də, yəni dərsə mane olmadı. Aha, yaxşı. Belə bir sual verim sizə. Əgər şagird sinifdə oğurluq edərsə, hansı addım atarsınız? İlk dəfə şagirdin özü ilə danışaram.
Ya bir Bəs bir də ikinci dəfə etməsin olsa. deyə. Aha. Bəs ikinci dəfə olsa. İkinci dəfə olsa valideynlə əlaqəsi yoxdur. Yaxşı, olsun. Tamam, olsun. Belə bir sual verirəm sizə. Keçirəm öz suallarımıza. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, müəllim yox, deyirəm ki, digər sinifin bir şagirdi uşağa deyir ki, deyirlər ki, sizin müəllim yoxdur, evə getməlisiniz. Uşaq deyir ki, qoy mən gedib müəllimdən soruşum, ondan sonra qərar verərəm. Şagird yəni deyilən heç bir şeyə inanmır. Deyir gedim soruşum, dəqiqləşdirim, ondan sonra evə gedərəm. Bu uşaqda sizcə hansı bacarıq var? Dəqiqləşdirin, bacarıq. Bacarıq, ay sağ ol, bacarıq. Yəni inanmayıb da, sübut istəyir. Deyir gedim müəllimdən soruşum, ondan O sonra evə gedərəm. həm kritikdir də o, Ay, sağ ol, tənqid. kritikdir, düzgündür. Bəs bu sözü o uşağa deyən uşaq var idi ha. Səhv çatdırdı məlumatı da. Deyir ki, evə getməlisiniz. Uşaq əgər səhv çatdırırsa məlumatı, səhv eşidibsə, səhv anlayıbsa, o uşaqda hansı bacarıq yoxdur? O informasiyada düzgün çatdır. Ay, sağ ol, düzgün çatdırmayıb. Əla, düzgündür. Deyirəm ki, şagirdlər Fransaya yarışa gedirlər və Fransada yarışda hər ölkənin nümayəndəsinə öz dillərində Azərbaycan haqqında məlumat verirlər. Bu cümləmdə hansı kompetensiyalar var? Öz dillərində. Bəli. Hər ölkə Vətəndaşlıq, nümayəndələrinə. vətənpərvərlik. Aha, düzdür. Bir O də var və mədəni məlumatlılıqda hər ölkənin özü. hər ölkənin öz dilində məlumat verir. Hər ölkənin öz dilində. Bəli, mədəni məlumatlıq olur. Öz dilində, dil. Dil. Fransız, İtalyan dilində. Hə, çox dil bilmək. Ay, sağ ol. Mən demədim ki, bax qulaq asın. Çox adam deyir ki, müəllim mədəni məlumatlıq. Niyə mədəni məlumatlıq olsun? Mən demədim ki, onlara məlumat verdi ölkəmizin milli geyimindən. Bəlkə orada ölkəmizin ancaq 2-ci Qarabağ müharibəsini danışıb. Mən desəydim ki, verdiyi məlumat ölkəmizin milli geyimi, milli musiqimiz barəsindədir. Deyərdi ki, mədəni məlumatlıqdır. Mən dedim ki, ölkəmiz haqqında məlumat verdi. Siz də bu da onu mədəni məlumatlıq götürə bilməzsiniz. Bəlkə mən orada ancaq ölkəmizin tarixi haqqında vermişəm. Ancaq 2-ci Qarabağa danışmışam. Ancaq nə bilim 18-ci ildə yaranmasından danışmışam. Nə bilirsiniz ki, nə demişəm? Mən orada ancaq ölkə haqqında məlumat vermişəm. Ona görə burada ancaq olur fəal vətəndaş kompetensiyası. Aydındır? Mədəni məlumatlıq olmur. Çünki mən ölkə haqqında məlumat verəndə milli geyimdən, milli yeməkdən danışıramsa, olur mədəni məlumatlılıq. Amma 2-ci Qarabağdan, Xocalıdan danışıramsa, olur fəal vətəndaş kompetensiyası. Siz mən deyin görüm, deyirəm ki, şagirdlər, tutaq ki, Orta Tunç dövründə olan əşyaların birəbir eynisini hazırlamağa cəhd etmişdilər. Şagirdlər Tunç dövründə olan əşyaların eynisini hazırlamağa cəhd etmişdilər. Bu şagirdlərdə hansı bacarıq var, hansı kompetensiya var? Mühəndislik var, riyazi elm. Və Bacarıq. yaradır da, bunu olmayan bir şeydi, ortaya qoydu. Kreativlik. Kreativlik, yaradıcı. Kreativlik. Ay, sağ ol. Əla. Çox sağ olun müəllimə, minnətdaram, təşəkkür edirəm sizə. Sağ olun. Siz sağ olun. Aynur kimdir? Bəli, müəllim. Salam. Salam, əleyhissalam. Salam. Aynur xanım hansı qrupdanıq? Tarix. Hə, tamam. Tarix sizdə. Yaxşı. Başlayaq sual cavabımıza. Bəli, buyurun. Belə bir sual verim sizə. Deyirəm ki, şagird Azərbaycan dövləti haqqında layihə hazırlamalı idi. Layihə hazırlamaq üçün uşaq gedir Axundov kitabxanasından müəyyən məlumatlar əldə edir. Deyin görün bu cümləmdə hansı kompetensiya var, hansı bacarıq var? Bax, uşaq Məsuliyyətli davranış eləyir. Yox, qulaq as, müəllimə, yox, bir dəqiqə, bax, bir dənə mənə baxın. Görün, mən demişəm ki, ora belə nəsə eləyir. Deyirəm ki, Azərbaycan haqqında layihə hazırlamalıdır. Layihə işi bizim hansı kompetensiyamıza aid idi? Mühəndislik. Ay, sağ ol, super. Yəni elmi də ona da gedir. Riyazi elmi. Bunun elmi yerinə aiddir, düzdür. Müəllimə, yadınızda qalsın müəllimlər, hamımıza aiddir. Layihə işinin içərisində indi bu sizdən bizim Allah qoysa 2-ci ayın sonuncu dərsinə aiddir. Layihə işində müəllimlər mütləq slayd olmalıdır. Layihə işində slayd olur, natiqliyin olmalıdır, nitqin olmalıdır, danışmalısan. Hətta bir neçə məktəbin direktoru yığışır, elə olur ki, Təhsil Naziri belə gəlir Bakıda olanlara. Yəni layihə işi böyük işdir. Əgər uşaq burada slayd da hazırlayacaqsa, burada hansı kompetensiya var? Tənqidi təfəkkür. Yox, slayd. Slayd harda olur? Kompüter. Adı nədir Savadlılıq kompetensiya? bacarığı. Rəqəmsal. İnformasiya bacarığı, rəqəmsal Rəqəmsal bacarıqlar. kompetensiya.
Ay sağ ol. Demək uşaq atobitena haqqında layihə hazırlayacaqsa, burada həm elmi kompetensiya var, həm də rəqəmsal kompetensiya var. Evet. Bəs hansı uşaq indi gedib Axundov kitabxanasına nəyisə axtarmağa, uşaq məlumat yığmaq üçün hərəsi gedirsə, məlumat yığmaq hansı bacarığa aid idi? Mədəni məlumatlığa, Müəllimə, özünü təsdiq etmək. məlumat yığmaq. Bir insan nəsə haqqında məlumat yığırsa, 21-ci əsrin hansı bacarığına aiddir? Ekrana baxın. Yəni məlumat yığmağa gedib, informasiya yığmağa gedib. İnformasiya bacarığına aiddir. İnformasiya yığmağa gedib də kitabxanaya. İnformasiya yığmaq üçün gedib. Bəli. Dedim ki, hansı bacarıq var? Bax, mənim testlərimdə bunlar çoxdur. Bacarığı 1 salmışam, kompetensiyanı 1 salmışam. Düzdür. Demək olar ki, eyni anlayışdır, amma bunları fərqli verirlər bizə. Hərəsi ayrı, hərəsinin öz yeri var. Uşaq nəsə bir Kreativ məlumat yığmağa. bacarıqlar var, yəni yaradır, nələrsə öyrənir, başlayır yaratmağa. Aha, yaxşı. Ona Və o informasiya da olur. kommunikasiya, ünsiyyət bacarığı olmalıdır ki, yəni o elədiklərin üzə çıxarda bilsin, nələrsə, yəni qeyd eləyə bilsin ki, hamı başa düşsün. Sonra informasiya bacarığı var, yəni kompüterin müasir dövrdə onların slaytlarını hazırlayıb, yəni nələrsə təqdim eləməlidir. Aha, yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird, dəmir dövrü də, o belə tam bilmirəm, səhv deyə bilərəm. Deyirəm, şagird dəmir dövrü dərsini keçdikdən sonra Tunc dövründə olan bəzi alətlərə lağ eləyirdi, gülürdü. Sizdə bu şagirddə hansı kompetensiya yoxdur? Dəmir dövründə artıq mükəmməl alətləri görür və Tunc dövründə olan artıq bəyənmir ki, olan alətlər nə imiş ki, əyilirmiş, nə imiş, bəyənmir. Uşaqda hansı kompetensiya? Texnologiya bacarığı da, yəni Müəllimə, demirəm ki, düzəldir. Demirəm ki, düzəldir. onun gülməyi axı normaldır. Həm də nə yoxdur deməli? Nə yoxdur deməli? Bu Tunc mədəniyyəti bir mədəniyyətdir, dəmirdə bir mədəniyyətdir. Uşaq başqa dövr mədəniyyətini bəyənmir artıq. Bəli, bəli. Hə, mədəni məlumatlıq zəifdir deməli. Düzdür. Yaxşı, çox sağ olun müəllimə, minnətdaram. Sağ olun, sağ olun. Kim var burada baxaq görək başqa. Kimimiz gəlsin sual cavaba. Əfsanə var. Əfsanə kimdir? Bəli, müəllimə, salam. Salam. Fənnimiz Əfsanə xanım. Musiqi. Musiqi. Ancaq sertifikasiyaya gedənlər. Bəli. Yaxşı, bir dəqiqə. Baxaq sizə nə suallar vereyim. Aha, belə bir sual verirəm sizə. Deyirəm ki, şagird notları öyrəndikdən sonra özü uşaqlar üçün musiqi bəstələməyə başladı və fərqli formada bir musiqiyə bəstələmək istəyirdi. Bu şagirddə hansı bacarıq var? Artıq Yenisi özü. yaradır. Hələ müəllimə. Aha, bəli, bəli. Yenisini Yaratmaq adı yaradır. neydi onun? Mühəndislik. Müəllimə. Yəni bax, mən demədim ki, kompetensiya. Müəllimə, musiqi yaradır. Mühəndislik budur ki, bax, musiqi bəstələmək qurban sizə. Bir dənə real baxaq. Bu uşaq mühəndis nə edir? Mühəndis bina tikir, mühəndis nə bilim bir robot düzəldir. Musiqi bəstələməyin nə dəxli var ki, müəllimə mühəndisliyə? Yenisini yaratmağa Kreativlik, kreativlik deyərlər, kreativlik. Aydındırmı? Deyirəm ki, uşaq dostlarına, söhbət zamanı dostlarına bildirdi ki, mən ən çox retro musiqiləri bəyənirəm. Bu uşaqda hansı kompetensiya var? Hə. Bəyənirsə, Bildirir, deyir ki, mən ən çox bunu, öz haqqında məlumat verir ki, mən bunu bəyənirəm. Bəli, bu şəxsidir. Ay, sağ ol, düzdür, şəxsi, əla, düzgündür. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird, müəllim uşaqlara musiqidən tapşırıq hazırlamışdı ki, musiqi bir mahnı seçin, elə mahnı seçin ki, fərqli və yeni olsun. Və bu mahnı tutaq ki, o mahnı ilə siz mənim daima yadımda qalın. Uşaq indi elə ad seçməlidir ki, o mahnı ilə müəllimin daima yadında qalsın. Bu uşaqda hansı kompetensiya olmalıdır? Bu da kreativlikdir, müəllimə. Kompetensiya deyirəm, kompetensiya. Hə, kompetensiya. Bu da şəxsidir də onda. Özün
Qurbanız, baxın, deyirəm, müəllim uşağa deyir ki, elə ad seçin ki, elə ad seçin ki, onunla mən yadında qalmışaq, fərqlilik, yeni ad seçməlidir ki, müəllimin yadında qalsın. Fərqlilik, yenilik, yeni ideyası olmalıdır, oradakı adım bu olsun. Sahibkarlıq. Sahibkarlıq kompetensiyası nə idi? Deyirdi ki, sahibkar olan insanda yenilik, təşəbbüs irəli sürmək, risk almaq var idi. Bu uşaq da indi bax yenə deyirəm, o qədər bizim mahnılarımız var ki, amma kim qabağa gedir? Kim ki birdən-birə yaxşı adı qoydu, yaxşı oxudu, yaxşı onun təqdimatı oldusa o. Aydındır, bu da ona aiddir də sanki. Uşaqda indidən olmalıdır sahibkarlıq. Aydındır müəllimə? Bəli, müəllimə. Siz bax bura başa salın müəllimə. Mən çıxmışdım. Sonra qoşula bilmədim. Ona görə axırlarda iştirak eləyə bilməmişəm. Oraları bilənmirəm. İndi sonradan qulaq asıb yenidən bunlara davam eləyəcəm. Aha. Yaxşı. Müəllimə çox sağ olun. Minnətdaram sizdən də. Çox sağ olun. Sağ İlk olun. dəfə deyə istəmirəm çətin suallar verim sizə. Belə, müəllimlər, artıq 20-10-dur. Bugün ilk dərsimiz idi. Bu Zoom kullanıcısı var. Qoy onu da saxlayım. Onun da soruşum eybi yox. Müəllimlərimiz də hamısı əl qaldırır maşallah. Mənim. Salam, axşamınız xeyir. Aha. Fənnimiz Kimya. kimya. Ay, ən sevdiyim. Mən də kimya müəlliməsiyəm. Başlayaq. Adımız? Fidan. O fidansız. Əvvəlki fidansız Bəli. yəqin yenə. Bax, yadımda Bəli. qalıb görmüsünüz. Fidan xanım belə bir sual Çox verirəm. sağ olun. Deyirəm ki, müəllim şagirdləri. Tutaq ki, müəllim şagirdlərə deyir ki, laboratoriyada gedin, hər hansı bir reaksiya aparın və hərə elə maddə alsın ki, siz də tutaq ki, yox, qoy bir dənə tapım sualı, düzüm qoşum sualı. Hə, deyirəm ki, şagirdlər kimya ilə bağlı slayd hazırlamışdılar. Sizdə şagirdlərdə hansı kompetensiya var? Slayddırsa bu slayd hazırlamaq, rəqəmsal. Ay, sağ ol. Əla, bəli, rəqəm səlahiyyətdir, düzgündür. Yaxşı. Belə bir sual verim sizə. Deyirəm ki, deməli, şagird kimya ilə bağlı yarışa gedir. Hətta kimya ilə bağlı getdiyi yarışda qalib gəlir və ölkəmizi tutaq ki, birinci yerə çıxardır. Real vətəndaş. Aha. Yaxşı, düzgündür burası da. Əslində çətin sual istəyirəm, amma bilmirəm verməyim nə qədər düzgün olar. Yaxşı, siz mənə deyin görüm, müəllim şagirdlərə gözləmə vaxtını nə üçün verir? Gözləmə vaxtını Bəli, elə bilin ki, mən müəlliməm. Mən bütün sinifə sual vermişəm. Mən uşaqlara deyirəm ki, hamı suallar 1 dəqiqədən sonra əl qaldırsın. Yəni müəllim uşaqlara gözləmə vaxtını nə üçün verir? düşünmək üçün də müəllim. Daha düşünür, daha kreativ fikir ağlına gəlməsi üçün də, daha uyğun cavab əldə etmək üçün, Aha, yaxşı. Belə bir səbirli sual verim. olmaları Yaxşı, üçün. olsun. Belə bir sual verim sizə. Müəllimin bütün valideyn nizasında şagirdlərin hamısının səhvini bütün valideynlərin yanında deməyi nə qədər düzgündür? Olmaz müəllim. Gözlənməlidir gizlilik. Aha, yaxşı, Konfidensiallığı gözləməlidir də. yaxşı. Hər Oldu. valideynlə şəxsi tək-tək söhbət eləməlidir. Ay, sağ ol, düzgündür. Siz mənə deyin görüm, əgər həmişə yaxşı oxuyan şagird birdən-birə zəif oxumağa başlayırsa, müəllim hansı addım atsın? Bunu mən birinci uşağın özünə söhbət eləyərəm təhlikdə. Hə. Əgər uşağın cavabı məni qane eləməzsə də, yəni valideynlə, məsələn, onun cavabına uyğun ona fikrimi bildirərəm. Görərəm ki, yox, bunu yenə dəyişiklik yoxdur uşaqda, yenə bu hal təkrarlanır, valideynlə söhbət eləyərəm. Və niyə valideyn? Axı valideyndən böyük psixoloq var və şagirdi mütləq psixoloqa yönləndirməliyik. Hər Bir də vaxt ki, müəllim elə bil ki, bu direktordur, psixoloqdur, bunlara birinci uşağın özü, sonra valideyni, yenə nəticə verməzsə artıq psixoloqla danışaram da, məktəbin psixoloquna. əslində ikinci valideyni yox, elə ikinci psixoloqa deməlidir və psixoloq uşağı yönləndirdiyim zaman müəllim valideynə də xəbər verir ki, niyə görə onun uşağı psixoloqa yönləndirilib. Bir də müəllimə bayaqki sualın cavabı isə bərabər imkanlar yaratmaq üçün idi. Uşaqlara müəllim gözləmə vaxtını bərabər imkanları qurmaq üçün verir. Həftənin 3-cü günün dərsidir. Fidan xanım, siz mənə deyin görüm. Şəxsi sosial öyrənmək kompetensiyası nə oldu?
Şəxsi sosial, mənim odur ki, şəxsi özünü dərk eləyir də, nəyi sevir, nəyi sevmir, özünün mənfi və müsbət tərəflərini bilir. Sonra sosial odur ki, məsələn, bir dənə zooparka gedirsən, orada istədiyin kimi hərəkət edə bilməzsən də. Məsələn, heyvanlara məsələn, ən çox adətdir bu, atırlar meymunlara konfet, nə o kağızını atır geri. Olmaz bu cür hallar. Sosial budur da, yaşadığın, yəni yeri və yaxud da ki, çıxdığın mühiti zərər verməli deyilsən, insanlara zərər verməli deyilsən. Aha, yaxşı, əla. Olsun. Düzdür Fidan xanım. Çox sağ olun. Siz də Müəllimlər, sağ olun, təşəkkür edirəm. sağ olun, siz sağ olun. Müəllimlər, mən dərsi sonlandırmağa məcburam. Yəni mən də istərdim ki, uzun müddət davam edək. Amma bu gün bizim ilk dərsimizdir. Müəllimlər, indi keçəcəm yanvar qrupuna. Yanvar qrupu həftənin 3-cü günü. Kompetensiyalar dərsində bir-bir hamımızdan sual-cavab verəcəm. Hamı öz fəndinə uyğun. İndi mən sizin qrupa həm testinizi, həm bu dərsin kaydını, həm PDF-i, həm testlərin düzgün izah videosunu hamısını yönləndirəcəm. Yenə deyirəm, istədiyim budur ki, mən atdığım testləri işləyib mənə göndərirsiniz. Mütləq dərəcədə. Testi işləyib mənə atmayan müdavimlə mən bir ayın sonunda davam etmirəm. Mən o test nəticələrinə ayın sonunda baxıram. Hamıya ayın sonunda bir dənə sınaq edirəm ümumi. Ondan sonra baxıram ki, biz o müəllimlə bir ayda davam edəcəyik, yoxsa yox. Bu mütləqdir. Aydınlı disiplinli formada. Yanvar qrupu mənim sonuncu sıfırdan başlayan qrupumdur. Yanvar qrupu sonuncu yavaş gedən qrupdur. Yanvar qrupu sonuncu həm də ki imtahansız götürülən qrupdur. Bundan sonra kimi götürsəm digər aylara həm imtahan edib götürəcəm, həmçindəki götürdüyüm müdavimlə artıq biz digər qruplara sürətə gedəcəyik. Belə. Sağollaşıram müəllimlər. Yanvar qrupun vaxtı birinci gün 7-nin yarısı, üçüncü gün saat 9-da olacaq. Kimlər ki sınaq üçün baxmışsa, baxıb mənə bir söz deyər. Çünki mən bu gündən sonra heç kim var yanvar qrupuna yazmayacağam. Onsuz da mənim yerim dolub. Sadəcə 1-2 müəllimin vaxtla bağlı problemi var deyə onlar qərarsız qalıblar. Ola bilər ki, 1-2 müdavim ayrıldı, keçdi digər qrupa. Ondan sonra mən kimisə yanvar qrupuna yığa bildim. Belə, sağollaşıram, sağ olun. Hələlik gələn görüşlərdək. Ümid edirəm ki, kimlərəsə az da olsa mən fayda verdim. Bir də ki, məndən nömrəmi soruşmusunuz. Nömrəni bura yazıram. İstəyən dərs bitən kimi ola bilər ki, hardan qoşulmusunuzsa bilmirsinizsə, mənə şəxsiyə yazsın ki, mən sizə bir söz deyə bilim. Sağ olun müəllimlər. Həftənin 3-cü günü saat 9-da, yox, nömrəmi səhv yazdım. 2866. Belə 319 28 66. Kim mənə yazmaq istəyirsə yaza bilər. Sağ olun. Hələlik görüşərik. Sağ olun. Sağ olun. Hayda alın. Allah.